Azəri torpağının hamımız evladıyıq. Bakı bizim anamız, ona canla bağlıyıq. Sən saç ey günəşim, Azərbaycanıma. Əzizdir mənə vətənim, mən bağlıyam Bakıma. Şirvanşahlar sarayı, İlçen şəhər qızı. O vaxtdan bugünə kimi əzizləyir yadigarı. Keçmiş illər xatiri, Azərbaycanlı yarı. Azəri torpağının hamımız evladıyıq. Bakı bizim anamız, ona canla bağlıyıq. Sən saç ey günəşim, Azərbaycanıma. Əzizdir mənə vətənim, mən bağlıyam Bakıma. Getdikcə qədim Bakı günü-gündən cavanlaşır. Mavi Xəzər sahili hər yan əlvan yaşıllaşır. Bakıma hər yandan tez-tez qonaqlar alışır. Vətənim çox gözəldir, hamı deyil, hamı danışır. Azəri torpağının hamımız evladıyıq. Bakı bizim anamız, ona canla bağlıyıq. Sən saç ey günəşim, Azərbaycanıma. Əzizdir mənə vətənim, mən bağlıyam Bakıma. Azərbaycanımın hamımız evladıyıq. Bakı bizim anamız, ona canla bağlıyıq. Sən saç ey günəşim, Azərbaycanıma. Əzizdir mənə vətənim, mən bağlıyam Bakıma. Azəri torpağının hamımız evladıyıq. Bakı bizim anamız, ona canla bağlıyıq. Sən saç ey günəşim, Azərbaycanıma. Əzizdir mənə vətənim, mən bağlıyam Bakıma. Əzizdir mənə vətənim, mən bağlıyam Bakıma. Əzizdir mənə vətənim, mən bağlıyam Bakıma. Səhər-səhər, sabah-sabah Bakı eşqindən hər birimizin o isyanımızın dilə gətirdik. Can, təşəkkür edirəm. Hamımızın sarı siminə toxundunuz, necə deyərlər. Sabahınız xeyir olsun, bizi izləyən hər kəs salamlayıram. Və nə xoş ki, bir neçə vaxtlar olmuşdu sizin verilişimizdə. Bir neçə il əvvəl. Ya illər, aysa, bəlkə il əvvəl. Nə xoş ki, yerdə məni dəvət eləmişsiniz. Çox xoşdur. Hər kəsin sabahı xeyirli olsun, günləri uğurlu olsun. Və sabahı necə başlayırıqsa, günümüzdə təbrik edək davam edir. Sənətçi dostumuz, sevilən ifaçı və hər zaman öz səsi ilə, keyfiyyətli səsi ilə və tərzi ilə hər birimizin könüllü taxt-tac qurmağı bacarmış və fərqlənən Əbdülxalidin gözəl ifası ilə Bakı avazı ilə başladıq. Daha çox mahnılar istəyəcəyik bugün. İstəyəcəyik ki, ruhumuz daha da gözəlləşsin. İnşallah qədəsin, inşallah. Tək mahnı yox, amma söhbətlərə də müdaxilələrinizi, fikirlərinizdən əlavə şərhlərinizi gözləyəcəyik. Əyləşməyinizi rica eləyəcəm. Mən isə qonaqlarımızla salamlaşana qədər izləyəcəyəm, salamlaşım. Daha sonra sevərək mövzumuzu təqdim edəcəm. Çünki mövzumuz bugün demək istəyim, əslində həm sosialdır,
həm gündəm olan mövzudur, həm hər birimizin maraqlandığımız, amma danışmağa biraz da diqqət eləmədiyimiz mövzulardandır. Hər kəsin yəni, nəzərində olan, amma kənarda qalan mövzulardandır. Danışacağıq, əhatəli bir çox mövzularla bağlı danışacağıq. Saatlarımız hər zaman olduğu kimi 10:00 göstərsə, bu o deməkdir ki, səhərlərin ən maarifləndirici layihəsi olan Xoş Sabah, mən Gülnar Səhliyarlının təqdimatında bugün də sizlərin qarşısında canlı olaraq yayımlanır. Yaxın 2 saat ərzində proqramımız gedişatında bir çox maraqlı mövzuların müşahidəçisi olacaq. Qonaqlarımızın sayəsində həm maariflənib, həm də sizlərin maarifləndirilməsinə rol oynayacağıq ki, elə dəyərli sənətçi dostumuz Əbdülxalidin ifalarından hər birimizin ruhumuz feyziyab olacaq. Tıxaclardan dolayı bir neçə dəqiqə gecikmiş bizim mətbəx bölümümüzün özəl qonağını elə reklam fasiləsindən sonra təqdim edəcəm. Amma artıq günlərdir hər birinizin sevərək anonslardan gördüyünüz üzrə qeyd eləmək istəyirəm ki, qonaqlarımız şəxsi və biznes inkişafı üzrə mütəxəssis Tərlan Abdullayev, xoş gəlmişsiniz. Sabahınız xeyir olsun və sosial psixologiya üzrə mütəxəssis Samir Məmmədov, xoş gəlmişsiniz. Sabahınız xeyir, gününüz uğurlu olsun hər birinizin. Necəsiz? Çox sağ olun, minnətdarım. Nəhayət ki, biz bu efiri planlaya bildik. Bugün əslində bir çox maraqlı mövzulardan danışacağıq. Salamlaşmaq istəyirsiniz izləyicilərimizlə. Salamlayıram sizi Gülnar xanım. Dəyərli sənətçimiz Əbdülxalid bəy də salamlayıram. Samir bəy də salamlayıram. Və çox dəyərli bizi izləyən tamaşaçıları da salamlayıram. Ümumiyyətlə təklifim varsa, bəlkə siz bu verilişi bir 3 saat, 4 saat eləyəsiniz. Çünki biz çatdıra bilmirik. İnanın ki, tez-tez gəlin, tez-tez gəlin. Yarımçıq qalır mövzular, danışa bilmirik. Ya o zaman Samir bəylə biz ayrı-ayrı gələk, danışaq. Çünki verilişdən sonra müzakirə edirik, o deyir mənə vaxt çatmır, mən deyirəm mənə vaxt çatmır. Yəni danışa bilmirik, çünki danışası elə mövzular var. Bir də xüsusi mövzular seçirsiniz. Elə mövzu ki, misal üçün, elə mövzular seçilir ki, adətən o mövzuların çox dərinliyinə yetmək lazımdır ki, çox yaxşı anlaşılsın. Üstdən keçəndə primitiv bir mövzuya çevrilir. Səthi mövzular deyil. Bəli, bizə də maraqlıdır ki, o mövzuların dərinliyinə gedək, insanlar tam anlasın ki, yəni bu nə deməkdir. Çünki insanlar uşaqlıqdan yaşa dolana qədər adətən var olan mövzuları deyirəm mən. Onları yaşayırlar, o hadisələri, amma hadisələrin fərqinə varmırlar. İnşallah yəni, bu gün də çox maraqlı mövzumuz olar və onun haqqında detallı müzakirə apararıq. Salamlaşmadan sonra mən mövzumu qeyd edəcəm, sevə-sevə. Tanrı bəy, xoş gəlmişsiniz. Xoş gördük Gülnar xanım. Xalqımızı salamlayırıq, dəyərli ifaçımızı salamlayırıq. Biz də inanırıq ki, bu gün çox maraqlı olacaq, çünki çox aktual bir mövzu qoymuşsunuz. Danış ki, danışasan, yəni bitməyən bir mövzudur. Əslində bir çox müxtəlif mövzuları bugün birləşdirəcəyik və qeyd eləmək istəyirəm ki, daha dəqiq desək, bugün utancaqlıq hissi ilə danışacağıq. Bəli, yanlış eşitmədiniz, utancaqlıq hissi ilə danışacağıq. Hansı ki, düşünə bilərsiniz, biz niyə bu mövzunu seçmişik? Əslində, günümüzdə bu mövzu həm dediyim kimi sosial və eyni zamanda ekonomik mövzulara da təsir göstərir. Elə bir mövzudur ki, bu bütün sahələrdə özünü bir üzə verir. Hansı ki, ümumiyyətlə utancaqlıq sözünün, utancaqlıq fikrinin antonimi tək bir sözlə ifadə etmək mümkünsüzdür. Hansı ki, məsələn, cəsarət, özgüvən, ünsiyyətçilik, eyni zamanda rahatlıq, sosiallıq kimi açıqlamasını birgə şəkildə özünü antonim kimi bir üzə verən utancaqlıq hissidir. Hansı ki, bu bizim istər dediyim kimi iş həyatımızda, istər şəxsi həyatımızda, istər daha da karyeramızda uğur əldə etməyimiz üçün mane olan hisslərdən biridir ki, utancaqlıq hissi bəzən bizi geri çəkər, bəzənsə irəli aparar. İndi araşdıracaq görək hansı hallarda irəli çəkəcək, hansı hallarda isə bizi geriyə aparacaq ki, araşdırmalara görə müasir dövr insanlarında utancaqlıq hissi daha çox qabarıq şəkildə formalaşıb ki, buna da mənəvi ailə dəyərləri, cəmiyyət və sosial amillər daha çox təsir edir ki, görək bəs utancaqlıq hissi nə zaman vacib, nə zaman bizim üçün əngəl bir hissdir. Əhatəli danışacağıq, amma istəyəcəm bu utancaqlıq hissini bir şərh eləyək. Çünki utancaqlıq hissi elə bir hissi ki, bax, indi elementar gəlin, real danışaq da. Əbdülxalid bəy, sizin sahə, mən düşünürəm ki, heç utancaqlıq qram belə olsa, burada uğur əldə eləmək mümkün ola bilməz. Səhnədə əgər çıxıb özgüvənli ifalarınızı eləməsəniz, o hissi, enerjini ötürə bilməyəcəksiniz. Mütləq. Yəni, səhnə, belə deyək də, yazılmamış qanunlar var ki, ola bilər ki, məsəl üçün, təhsilin ola bilər, məsələn, konservatoriya bitirə bilərsə, amma səhnənin müəyyən o qanunları var ki, mütləqdir ki, utanmaq hissi olmamalıdır. Tam rahat, özgüvən və ən əsası kütlə qarşısına çıxırsan, olur ki, tədbir olur ki, 500 nəfərin qarşısına, 1000 nəfərin qarşısına çıxırsan, adi elə tədbirlərdən danışaq. Mütləqdir ki, orada hər kəs onu bir cür qəbul edir. Mən, məsəl üçün, özlüyümdə hər zaman o 500 nəfəri də,
1000 nəfəri də, məsəl üçün belə deyək, hansısa bir küçə tədbirində, orada da mən məsəl üçün həmişə özümdə psixoloji olaraq bir nəfər oxumuşam. Bir yerə fokuslanmışsınız. Hə, mütləqdir ki, çünki mən hər İnsanların enerjisini görməmək üçün. Bəli. Yəni mən məsəl üçün onun özlüyümdə, çünki mən enerjiyə inanan insanam. Mən də çox. Hə, və o baxışlar var. İnsan var ki, adi xoşu gəlir ha sənə bax. Amma nəzər o qədər gəlir ki, o qədər belə narazı, neqativ baxır ki insana. Mənfi enerji ilə baxır. Mənfi enerji baxır. İnsan deyir ki, ay Allah, görərsən mənim bu nəyimi görür, nəyimi bəyənmir də. Amma ən yaxşısı olur ki, o içindən bir nəfər tapıram, məsəl üçün, özlüyümdə. Və onun xoş baxan kimsə, hə? Ay sağ ol, hə, onun üçün ifa edirəm. Və onda artıq rahatçılıq olur və heç kəs də, yəni, belə deyək də, artıq onu önəmsəmirəm ki, yəni, burada neçə nəfər var, sırf 5 nəfər olsa, 500 nəfər olur. Sizi uzun illər tanıyırıq, uzun illərdə dostluğa dayanan münasibətiniz var ki, mən düşünürəm sizin o qədər gözəl enerjiniz var ki, kimsə sizə neqativ baxmaz. Yox, baxanlar olur, vallahi olur. Var imiş, istisnalar var imiş. Var, mən məsələn özüm belə ümumiyyətlə sevmirəm də, yəni insanlarda bəzən olur ki, narazı, naşükür insanlar sevməmişəm heç vaxt. İnan ki, bəzən elə həyatda da olur ki, məsələn evdən çıxırsan, baxırsan ki, səndən də yaxşı evdə yaşayır, bu insan səndən də bahalı maşın sürür, insan yenə də narazıdır da, yəni həyatda. Bilirsiniz, insan faktoru o da, bizim belə deyək də, bizim fitrətimizdə o var ki, heç vaxt insan doymur da, nədənsə qane olmur, narazıdır bu insan. Amma halbuki o fikirləşsə ki, bir barmağından belə şükür eləməlidir ki, bu gün mənim əlimi tuturam, ayaq üstə qalxıram, yəni onu artıq, bilirsiniz, onun fərqi, o haçan olur, o itirəndə olsun, xəstələnəndə, hansısa bir Allah Taala onu bir imtahana çəkəndə fikirləşir ki, ay Allah, sən qurban, nə yaxşı bu var imiş. Əslində, şükranlıq hissi çoxumuzda yoxdur, düzdür. Amma hər birimizdə kəşki olsa, elə səhər oyananda da, gecə başımızı yastığa qoyanda, səhər oyananda bir oyanma səbəbimiz olmuş olsun. Yəni, şükür hər birimizin, heç birimizin dilindən düşməməlidir bir sözlə. İstəyəcəm, bax, utancaqlıq hissindən danışaq. Böyüklərdən başlamayaq. Çünki həyatda hər bir şey sadədən mürəkkəbə doğru gedir və heç birimiz bu cür dünyaya gəlməmişik. Yəni, uşaqlıqda sadəlikdən mürəkkəbliyə doğru gedir xarakterimizin formalaşması. Bu xüsusda elə hər birinizdən istəyəcəm, soruşum ki, ailədə uşaqdan tutmuş valideynə qədər utancaqlığın kökü sizcə haradan başlar? Yəni, o nəsildən, kökdən, genetik mi gəlir, ailə dəyərlərindən mi gəlir, yoxsa həmin o uşağın düşdüyü məktəb mühiti, bağça mühiti, sosial mühitdən mi gəlir? Yəni, bura ətraf mühitin təsiri mi var, genetik faktorlar mı var? Sıfırdan başlayaq. Sıfırdan başlayaq. O zaman utanmaq nədir ondan başlayaq, sonra gedək davamını gətirək. Yəni, utanmaq, birinci ona analiz edək ki, utanmaq nə deməkdir? Yəni, utanmaq insanların etdiyi və etmədiyi hərəkətlərə görə yaşadığı narahatçılıqlardır. Yəni, etdiyi və etmədiyi. Misal üçün, o hiss, narahatçılıq hissi insana nə verir? Fikirləşir ki, bunu düz etdim, yoxsa səhv etdim. Bax, utanmaq insanın etdiyi və etmədiyi hərəkətlərə görə yaşadığı narahatçılıq hissidir. Bu hiss də insana bir sualı verir. Düz etdim, səhv etdim, görəsən necə etdim, necə etmədim. Yəni, bu əslində bir növ baxanda bir insani, bizim insan olmağımızın mexanizmidir. Yəni, çünki özümüzə analiz eləməliyik də, bunu düz edirik, səhv edirik. Yəni, utanmağın bu tərəfi yaxşıdır ki, insan dəyərlərini itirmir. Yaxşı, düşünək, utanmaq yoxdursa, nə var? Yəni, bir insan utanmırsa nə var? Vicdan varmı? Empati varmı? Empatiya varmı? Yoxsa, nə bilim, nə qalır yəni, utanmaq yoxdursa? Əslində gözəl hissimiş, hə? İndi utanmağa mən gözəl demirəm, hələ utanmamağa da gözəl demirəm, detallandıraq bunu. O ki, qaldı, utanmaq, bu bir instinkt deyil də, yəni, ta ki, bir heyvandan qaçmaq, yırtıcıdan qaçmaq bir instinktdir, amma utanmaq ailədən, cəmiyyətdən formalaşan bir vərdişdir. Yəni, bu anadan gəlmə olmur. Heç kim anadan gələndə utanmaq hissi ilə doğulmur. Ailədə formalaşır. Bəli, amma bir yırtıcıdan, bir nə bilim, oddan, alovdan o instinkt də o elə formalaşır. Amma utanmaq isə ailədə, cəmiyyətdə formalaşan bir şeydir. Necə formalaşır? Məsələn, bir uşaq yalan danışır, valideyni deyir ki, yalan danışma ayıbdır. Düzdürmü? O ayıb deyə, onda bir hiss formalaşır. Ayıb olduğu hissi. Ayıb nədir? Yəni, cəmaat sənə nə deyər? Cəmaatın gözündən düşərsən, sevilməzsən,
qınayarlar Ay. falan filan. Yəni sosial və mənəvi bir zərbələr alarsan. Sosial və mənəvi qorxu yaşayır insan. Yəni mən yalan danışsam ayıb olacaq. Ayıb olsa Gülnar xanım mənə güləcək, Əbdülxaliq bəy mənə sevməyəcək, Samir müəllim mənə hörmət etməyəcək və s. və s. Yəni sosial və qınağa çevriləcəm və mənəvi qorxu yaşayacağam. Sosial və mənəvi qorxu yaşayacağam. Bunu ailədən, məktəbdə bizə öyrətdilər. Bizə öyrətdilər ki, yalan danışma ayıbdır. Filan şey eləmə ayıbdır. Bunu eləmə gülərlər sənə. Bunu eləmə filan şey. Amma məsələ burasındadır ki, orada bizə yanlış şeylər də çox öyrətdilər. Deyə bilərikmi ki, bu dediyiniz bayaqki o kənardakilərin qınağı 80-90-cı illərdə dünyaya gələn uşaqlara daha çox belə deyim, tətbiq olunur. Sanki müasir uşaqlara daha çox azalıb bu yalan danışma, nə bilim qınayarlar, yalan danışma. Yəni utancaqlıq hissi sanki müasir uşaqlarda daha az tətbiq olunur. Ümumiyyətlə, yəni mənim müşahidəm, subyektiv yanaşmam bunu göstərir. Mənim düşüncəmə görə bu sosial şəbəkələrin artmasından dolayı ümumiyyətlə utanmamaq hissi artıb. Utanmamaq hissi fantastik dərəcədə artıb. Niyə artıb? Çünki insanlar artıq baxıcı yığmaq üçün, izləyici yığmaq üçün və s. şeylərə görə bəli, artıq utanmamaq naminə başlayıblar müəyyən hərəkətdə eləməyə, hətta bunun sonu əxlaqsızlığa da gəlib çıxır. Bu həmin fərd üçün deyil. Sanki bir nəfər elədi, digərləri də ondan ilhamlanıb, təkrarlayır. Bu artıq həmin təkrarlayır. fərdin yox, artıq cəmiyyətin belə deyək də mənəvi sərhədlərini artıq pozur bu. Cəmiyyətin mənəvi sərhədləri dağılır burada. Yəni insanlar ad qoyublar ki, misal üçün belə deyək də, Asiya, həmçində eləcə də bizim ölkə, Asiya coğrafiyasına aiddir. Bu kimi coğrafiyalarda utanmaq abır, namus, ismət, bu kimi əlamətlər daşıyır. Çünki bunlar mənəvi dəyərlər. Bəli. Amma qərb mədəniyyətində utanmaq hər hansı bir inkişafın qarşısında bir maneə kimi görsənir. Yəni sən utansan, sənin inkişafın qarşısında bir maneə. Bu indi ayrı-ayrı cəmiyyətlərin belə deyək dəyərləridir. Ona görə də yəni indi bunun hansı yaxşıdır sualı gələ bilər. Yəni utanmaq mı yaxşıdır Asiya mədəniyyətinə görə, yoxsa utanmamaq yaxşıdır qərb mədəniyyətinə görə? Bu ayrı bir mövzudur. Bunu da burada saatlarla danışacağıq. Fərqli mövzulardan fərqli fikirlərinizi istəyəcəm, amma bəzi hallarda daxilimizdə müəyyən potensial yatır. Çoxlarının, gənclərin, elə orta yaşlıların, elə insan var, dindirirsən, deyir ki, 50 yaş, 60 yaşı vaxtında mənə icazə versəydilər, vaxtında mənim potensialım var idi, ortaya çıxarda bilmədim. Bəzən o utancaqlıq hissi içimizdəki potensialı bastırır. Yəni, o uğura qazana bilməyimiz məsələn, bir dənə buna uyğun cümlə deyim, sonra mən digər yoldaşlara söz verim istəyirsinizsə. Məsələn, məktəb vaxtı müəllim bir sual verdi. Mən o sualın cavabını bilirdim. Amma utandığımdan əl qaldırmadım. Və mənim başqa bir sinif yoldaşım bu sualın cavabını bildiyi halda əlini qaldırdı, cavabını verdi və müəllim onu tərif etdi, afərin dedi. İşte, bax, utanmaq gözəl şeydir, amma bəzən fürsətləri də əlindən alır. Eynən, şanslar aradan qalır. Burada çox balans önəmlidir. Utanmaq gözəl şeydir, amma fürsətləri əlindən alır sənin. Yəni, mən bildiyim halda əlimi qaldırmadım, amma o əlini qaldırır, tərif də aldı. Eynən. Əslində çox gözəl bir mövzuya toxundunuz. Utancaqlıq gözəl bir hissdir. Sanki elə danışdıqca dərinə gedirik, daha da mövzunun dərinə gedirik. Və indi günümüzdə mən kifayət qədər çox sayılı, belə deyim də, yəni düzdür, HR-ımız qədər yox, yəni insan resursları şöbəmiz qədər yox, amma mütəmadi işçilərlə, mən yeni başlayan könüllülərlə ünsiyyətdə oluram və görürəm ki, gənclərdə, indiki gənclərdə sanki potensial var, amma qəribə bir utancaqlıq var ki, o potensialını ortaya qoya bilmirlər. Müəyyən bir ünsiyyətə girməkdə deyirlər ki, mən utanıram kimisindən. Yəni, əslində bu çox normal bir şeydir. Ünsiyyətə girmək, insanlar kommunikasiya yaratmaq, bu çox mükəmməl bir şeydir. Amma bəzi hallarda Samir bəy, bizim o potensialımızı ortaya çıxartmağa imkan vermir utancaqlıq hissi. Gülnar xanım, ona bildirim ki, utancaqlığa mən fərqli baxıram. O da maraqlıdır. Samir bəy hər zaman ki, fərqli fikirlərinlə. Bəli, utancaqlıqda mən hər hansı bir gözəllik görmürəm. Yəni, düşünürəm ki, bu məndə dəyişməyəcək. Çünki biraz burada qarışıq bir məqam var. Orada ayrıcalıq gətirmək lazımdır, ayırmaq lazımdır. Utancaqlıq hər hansı bir davranışı və ya sözü demək istədiyin halda ona cəsarətin çatmadığın bir durumdur, bir narahatçılıqdır. Yəni, bir şey etmək istəyirsən, amma narahatsan. Tutaq ki, auditor önünə çıxmaq istəyirsən. Yəni, sizə görə bu utancaqlığın antonimi cəsarətdir. Təbii ki. Yəni,
Bir insan utanırsa, özgüvən əksilliyindən dolayı utanır. Amma burada bir fərq var. O çünki yoldaşlar önəmli bir məqama toxundular. O yəni onun üzərindən keçəcək, yəni ciddi şəkildə. Yəni əgər bir insan bir söz söyləmək istəyirsə ki, onun faydasınadır, amma onu deyə bilmirsə, bunun nəyə yaxşıdır ki? Və auditor önündə misal üçün çıxıb danışıb, nəticədə öz fikrini ifadə edə bilirsə və bu karyera yüksəlişinə və yaxud yeni bir gəlişimə, cəmiyyətdə bir faydalı bir şey gətirəcəkdirsə, sırf utancaqlıq ucbatından bunu ifadə etmədi və o böyük bir talant itib batdısa, bu nəyə yaxşıdır ki? Biz harada çarxı tərsinə döndəririk? Abır həya deyilən bir ifadə var, utancaqlığı onunla əlaqələndirmişik. Amma o başqa bir mövzudur. Nə üçün? Çünki abırlı və həyalı olmaq üçün utancaqlığa gərək yoxdur, ümumiyyətlə. Onlar tamamilə bağımsız ifadələrdir və anlayışlardır və psixoloji durumlardır. Bir insan kifayət qədər cəmiyyət dəyərlərinə bağlanıbsa, artıq intellektini, yəni şuurunu işə salmadan utancaqlıq, belə deyim, idarəçisi, rəhbərliyindən hərəkət edəcək. Yəni, insanın intellektual səviyyəsi artdıqca, yəni kamilləşdikcə, utancaqlığın mənasız olduğunu dərk etməyə başlayır. Çünki utancaqlığın kökündə cəmiyyətin şifrəli kodları var. Yəni şifrələnmiş kodlar var ki, sən bunu yazılmayan qanunlar var. Sən bu şəkildə belə davranə bilməzsən, bu şəkildə susmalısan və s. Və insan onu başa düşmür niyə etdiyini. İçəridən bir siqnal gəlir. Yəni intuitiv səviyyədə susur. İstəyir danışsın, amma danışa bilmir. Sanki bir şey baş verir içəridə, onu bloklayır. Bu illərlə uşaqlıq dövründən gəlib yetkinlik yaşına çatan insanın özünün də başa düşmədiyi bu cəmiyyətin şifrəsinin onu idarə altına salmasının nəticəsidir. Halbuki faydalı bir şey etmək istəyir, amma onu bacarmır. Abır-həya mövzusunda isə əxlaq dəyərləri önəmlidir. Yəni, bir utancaqlıq əxlaq dəyərlərini ortaya qoymur. Amma abır-həya dediyimiz qoyur. Misal üçün, cəmiyyət içərisindən qışqıra-qışqıra danışaraq getmək və bunun adını da bu şəkildə qoymaq ki, mən utanmıram, etik hesab olunur. Utanmıram, şəhərdə istədiyim formada gəzirəm. Bu, ətrafdakı insanlara incitmək anlamına gəldiyi üçün bu əxlaqsızlıq olacaq. Bunun utancaqlıqla əlaqəsi yoxdur. Sözsüz ki, onu etmək üçün, o hərəkəti etmək üçün maksimum cəsarətə sahib olmalısan. Çünki bütün qınaqları artıq üzərinə alacaqsan. Bu tamamdır. Amma nəticə itibarilə sən onu edərkən bunun sonunda nə baş verir? Cəmiyyətə zərər vermiş olursan. Qınaq. Cəmiyyətə zərər vermiş olursan. Qınağı qoyuram bir tərəfə. Yəni, bir kərə çıxışında bir zərərli bir nəticə var. Ona görə də bunu etməyəcəksən. Amma bunu utandığın üçün yox, bunu etməyin yanlış olduğunu anladığın üçün etməyəcəksən. Bu fərqi ayırmaq lazım. Əgər utandığına görə bunu etmirsənsə, demək ki, intellekt səviyyəsini hələ tam gəlişdirməmsən, sadəcə cəmiyyətin şifrəsi ilə idarə olunursan, tam bağımsız ola bilməmsən. Və hər kəs də intellekt səviyyəsində, yəni bəlli bir inkişafa gedib çata bilmədiyinə görə daha rahatdır ki, cəmiyyətin bu kodlarını işə salmaq və qınaq metoduna gətirmək ki, hə, bunu edəndə utanacaqsa və s. O ki, qaldı, bu necə keçir uşaqlıqdan? Təbii ki, mən bunun biraz da irsi keçdiyinin düşüncəsini savunuram, müdafiə bir hissəsi. Yəni, bölmək gərəkirsə 30-40%-ni mən utancaqlığın irsi keçdiyini düşünürəm. Amma irsi keçdi bu demək deyil ki, onu aşmaq olmur. Üzərində işləyərək onu aşmaq olur. Dolayısıyla burada mən nəyə vurğu vermək istəyirəm Gülnar xanım? Utancaqlığın özü negativ bir duyğudur və bir narahatçılıq mənbəyidir şəxsin özü üçün. Və ona görə də mən onu müsbət adlandıra bilmərəm. Amma cəmiyyətə zərər verəcək hər hansı bir davranış içərisində girmisənsə, burada artıq demək ki, sən əxlaq dəyərlərini pozmursan. Yəni, tamam başqa mövzular imiş. Tutaq ki, mən utanmıram heç bir şeydən. Sıfır utancaqlıq var, nümunə çəkirəm. Amma həya olsun. Amma tutaq ki, cəmiyyət içərisində özümü necə aparmalı olduğumu bilirəm. Amma utandığım üçün yox. Sadəcə bilirəm ki, o yanlışdır. Amma bir çox insanlar hansı formaya girir, utandığından etmir. Bax, bu xətalıdır. Ay, sağ ol. Əslində danışdığınız hər bir sözlər. Misal, bir dənə nümunə gətirirəm. Bugünkü gündə çox aktual mövzudur, açıq-saçıq xanımların şəhərdə çıxışı. O abır-həya. Məsələn, onu xanımların bəziləri, bir çoxu da hətta cəsarət kimi qəbul edir. Və onu mən utanmıram, belə gəzirəm. Bu əslində burada intellekt səviyyəsinin biraz aşağı olmasından xəbər verir. Çünki
baxın, bir xanımın açıq-saçıq şəhərdə gəzməsi, Diqqət çəkməyə bu çalışması. hər hansı bir yəni özəllik və ya bir çalışqanlığın sonu deyil də. Bu hormonal, təbiət tərəfindən sənə verilmiş bir hadisədir və sən cəmiyyət önünə çıxanda o hormondur baş verir. Bioloji proses baş verir, yəni kişilərdə və ya digər qadınlarda ki, bax gör necə geyinir, pahalılıq başlayır o biri qadınlarda, kişilərdə də hormonal dəyişiklik baş verir. Və bununla öyünərək ki, mən heç nədən qorxmuram, tamam, bunun adına utanmır, cəsarəti var demək olar, amma əxlaqa zid hərəkətdir. Çünki sən cəmiyyətin əxlaqi dəyərlərini tapdalayırsan. Uşaqlar var, gənclər var, səndən nümunə götürə bilərlər və bu nə deməkdir? Sən zərər verdinsə, onu etməməlisən artıq. Demək ki, bu utancaqlıq deyil də əxlaqi normalarının uyğun olmaması və yaxud dəyər verməmək üçün. O qədər dərin danışır. Çox gözəl vurğuladı və qardaşımız da mənimlə çox gözəl vurğuladı. Mən də ümumiyyətlə rastlaşıram. Bəzən bizim insanlar cəmiyyətdə onları səhv salırlar. Ay, sağ olun. Bugün elə bilir ki, bugün efirdən danışaq da biz öz sahəmizdən danışaq. Kimsə məsəl üçün belə deyək, təhsili yox və bu insanın bir musiqi məktəbi, belə deyək, təhsili yoxdur bunun və sadəcə çıxıb efirə, bir ildə efirə çıxıb, bu yaxınlarda bir mövzu oldu, bu salondan çıxan müğənnilərlə bağlı. O qədər insan danışır, rahat danışır ki, elə bilir ki, danışır və hər kəs dedi, hamı dedi ki, hə, bəs belə. Sual verdim ki, başa düşdükdə, yəni bu insan sizin utanmaq və o cəsarətə gətirirəm ki, o qədər belə özgüvən danışır ki, hamı da inandırıb. Yəni təhsili olmayan müğənni çıxıb təhsilli müğənnilərin yanında elə bir özgüvənli danışır ki. Və özü bir bəhbədir ki, salondan çıxmışam da, nə var ki burada? Hə, yəni dedim ki, ay qızım, mən Bülbül adlı məktəb, konservatoriya, bu təhsillərimiz filanlarımız, magistr filan, sən gətirdin nə ilə nəyi bir yerə qoyursan. Sanki baxdın ki, mən anında ona cavab verməsəm, biraz da keçsəydi, deyərdi ki, yox, Əbdül Xalid kimdir? Özünü xalq artisti ilan eləyəcək də. Yəni artıq o utanmamaq məsələsi var ha. Yəni baxırsan ki, aşırlar. Cəmiyyət bəzi bu gün sosial şəbəkədə baxırsan ki, yaşından, başından asılı olmayaraq uşaqları olsun, böyükləri olsun, nə qədər etik şeyləri pozublar. Siz demişsiniz, adını da qoyurlar ki, mən utanmıram ki. Mənim özümdə bir travma var idi ki, mənim valideynlərim, Allah bütün keçənlər rəhmət eləsin. Allah rəhmət eləsin. Rəhmət eləsin, anam hər zaman deyirdi ki, özünü ağır apar. Deyirəm də 80-90'ların travması, özünü ağır apar. Yəni, özünü ağır apar. Bu artıq mənim beynimə həkk olmuşdu ki, harada oturum, mən gələk sakit durum. Ancaq deyir, qulaq az. Bilirsiniz, yəni artıq müəyyən yaşdan sonra... Və sizcə ananızın istədiyi kimi, Allah qəni rəhmət etsin, ananızın istədiyi kimi ağır aparırsınız siz özünüzü? İnanın ki, özümdən asılı deyil. Artıq mənim o şuur altımda... Kodlanıb orada. Kodlanıb ki, harasa gedəndə deyirəm ki, məsələn, kimsə danışır, deyirəm ki, Xalid, özünüz... Mən burada müdaxilə etməliyəm bu mövzuya, çünki ciddi bir məsələ deyil. Mövzumuz çox müdaxiləli, çox dinamik keçir. Bir cümlə deyəcəm və bəlkə də 2 cümlə. Özünü ağır apar ifadəsi əslində utancaqlıqla əlaqəli bir mövzu deyil. Yəni, özünü biraz karizmatik göstər və bu çox faydalı bir mövzudur. Çünki yəni bir var yüngüllü edərək ortalıqda nüfuzdan düşürsən, bir də var o sambal dediyimiz məsələ var da buna elmi dildə karizma deyilir. Yəni o rəhmətli valideyninizin dediyi çox önəmli bir mövzu. Özünü ağır apar çünki o şəkildə daha çox hörmət qazanacaqsan. Bu utan mənasına gəlmir də ki, utan. Sadəcə dəyərli anla ki, şux ol, dik ol və hər mövzuda girmə. Bayaq danışdığımız həmin o sahə mövzularından bağlı çox gözəl və çox haqlı mövzulara toxunursunuz. Biz ümumiyyətlə televiziya proqramları vasitəsilə Əbdülxalid bəyin özünü də mən tanıdığım üçün onun adından deyirəm ki, heç kimi bir statusa ayırmırıq. Amma bəzi hallarda hər kəsi, belə kobudacısa sözüm, həddini bildirmək gərəklidir. Elə bir situasiyada sizi müdaxilə eləməsəydiniz, bayaq dedim ki, özünü xalq artisti ilan eləyərdi. Ona görə də hər kəs yerini bilsə daha yaxşı olar. Və hər sahə özəldir, hər sahə dəyərlidir. Amma hər sahədə istənilən halda sahənizi daha da mükəmməl icra eləməyiniz üçün canınızın sağlam olması gərəklidir, dəyərli izləyəcəksiniz. Biz bugün düzdür proqramımızda həkimlərimiz yoxdur, amma mütəmadi, ara sıra sizə sağlamlıqla bağlı mütəmadi informasiyalar çatdırmağa çalışır. Sağlamlığınızın keşiyinə qalmağınız üçün maarifləndirmə işlərinizi görməyə çalışır ki, və hər zaman, hər gün sevərək dediyimiz bir mövzu var ki, sağlamlıq, təmizlikdən, təmizlik isə evlərinizdən başlayır. Dünən artıq biz Ritello təmizlik robotu haqqında görüntülərimizi əyani olaraq görmüş olduq. Düzdür, bizim təxmini belə deyək də
ümumilikdə bir 30-40 funksiyası var isə bizim məhsullarımızın, onun yalnız bir neçəsini sizə göstərə bilirik. Çünki efirdə, mavi ekranlardan sizə bəzilərini çatdıra bilirik və o qoxunu, məsələn, mən hiss elədim, burada təravətli həmin o havanı hiss elədim, amma sizə həmin o qoxunu hiss ötürə bilmədik, amma artıq bir neçə hərəkətə həmin o, belə deyim də, yəni məhsullardan, həmin o xalçalardan çıxan tozları siz görmüş oldunuz, dəyərli izləyəcəksiniz. Qeyd eləmək istəyirəm ki, Retail Alman mühəndisi dəqiqliyə dizayn edilmiş və beynəlxalq sertifikatlı tibbi məhsul statusu daşıyan və evinizin nəfəs alması üçün əvəzsiz müstəsna bir ev robotudur. Hətta deyərdim, xanımların, bəylərin sağ əlləridir. Əslində biraz dünən böyük ölçüdə görünürdü. Hətta mənə sosial şəbəkə üzərindən yazan kifayət qədər çox sayıda izləyicilərimiz oldu ki, heç də ağır deyildi. Özünüz də gördünüz ki, mən özüm də o məhsulu istifadə elədim və çox da rahat formada özü artıq gedir. Onun heç bir müdaxilə eləmənizə ehtiyac yoxdur ki, güclü sorma texnologiyaları vasitəsilə ən dərində olan kirləri, tozları, allergenləri, hətta ev heyvanlarınızın tüklərini belə artıq o güclü sorma texnologiyaları vasitəsindən suya həbs edilir. Siz artıq göydə uçan həmin o tozcuqları görməyəcəksiniz. Mən şəxsən özüm bu məhsulu belə real etiraf eləmək istəyirəm ki, tanıyana qədər, sınayana qədər, şəxsən canlı şahid olana qədər düşünürdüm ki, adi bir ev robotudur. Amma heç də adi ev robotu deyil, möcüzəvi bir robotdur və bu möcüzəvi robotu görmək istəyirsinizsə, bu arada bunu da qeyd edeyim, satış şöbələrimiz tək paytaxtda deyil. Azərbaycanın dörd bir tərəfinə, bölgələrimizdə, regionlarımıza, kəndlərimizə, şəhərlərimizə çatdırılma xidmətlərimiz var ki, xoş sabahın gözəl izləyicilər üçün, doğma izləyicilər üçün bizim komandamız, peşəkar komandamız sizlərin bir zənginiz vasitəsilə Retail komandamızın, Retail daha doğrusu təmizlik robotumuzun peşəkar komandası evinizə gələrək robotu sizə canlı nümayiş etdirəcək. Bu zəng vasitəsini siz aşağıda monitorlardan görürsünüz. Hal-hazırda mən də şifahi olaraq məlumat vermək istəyirəm ki, 055 mobil operatordan 299 80 00 nömrəsinə əlaqə saxlayıb müraciətlərinizi eləyə bilərsiniz. 055 299 80 00. Retail bənzəri olmayan ev təmizlik robotuna tanış olmaq üçün elə hal-hazırda əlaqə saxlayıb qeyddən keçsəniz və bir neçə saatın, bir neçə günün içində bizim əməkdaşlarımız sizin evinizə gəlsəniz, həmin o möcüzəvi robotla tanış olub həyatınıza yeni bir pəncərədən baxa bilərsiniz. Reklam çarxında, daha sonra fasiləmizdə reklam çarxımızı izləyək. Fasiləmizdən daha sonra bu dinamika daha da gözəl formada davam edəcək. Qeyd eləmək istəyirəm ki, bugün bizim mətbəx bölümümüzün özəl bir qonağı var. O da məhz elə kulinar aşbaz, dəyərli adaşım Gülnar xanım Mirzəyeva. Xoş gəlmişsiniz. Mikrofonu çox uzağa qoymayın. Çoxdan da sizi görmürük Gülnar xanım. Necəsiz? Yaxşı olasınız. Daha da qəşəngləşmisiniz. Çox sağ olun. Çəki də itirmiş sizi. Utancaqlıqdan danışırıq bax. Utancaqlığın bariz nümunəsi. Tam nümunə. Bariz nümunə. Mükəmməl işlər görür, amma utancaqlığı aşa bilmir, fikirlərini ifadə eləməkdə çətinlik çəkir, hə Gülnar xanım? Belə də. Evimizə artıq neçənci dəfə də çıxırsınız da. Təəssüratlarınız, ümumiyyətlə o sizcə belə deyək, aylar öncəki efirdəki kimi deyilsiniz, də məncə daha? Yox, əslində ilk efirə qatıldığım kimi deyiləm. Tədricən biraz düzəlibdir. Daha da fikirlərinizi rahat şəkildə ifadə eləmək istəyirsiniz. Yəni utancaqlığı açmısınız da. Bir balaca. Müəyyən qədər. Nə danışdırım? Danışdıracağım. Deyir ki, burada bir aparıcının da üzərinə böyük bir yük düşür ki, yəni aparıcı danışdırmalıdır. Görün. Bu arada mən çörəklər gördüm. Sizin yeni məhsullarınızı. Özünüz hazırlayırsan bu çörəklərimizi. Bu çörəklərin adi, belə deyək də, digər marketlərdə satılan çörəklərdən fərqi nədir? Və bir də bu satışdadırmı? Bəli, bunların satışı var və bu çörəklərin market çörəklərindən fərqi odur ki, bunlar təbii balata ilə hazırlanır. Balata yəni nədir? Köhnə nənə babalarımızdan qalan acı xəmiri ilə. Yəni droşsuzdular. Droşsuzluq bu deməkdir ki, şişirtməyəcək insanlara. Yəni insanlar üçün daha xeyirlidir. Daha xeyirlidir. Özünüzün, hələ köp verməyəcək. Özünüzün daha sürətli şəkildə kilo atmağınızın səbəbi nə oldu? Özüm əslində diyeta ilə başladım. Bəli, pəhrizlə başladım. Daha sonra isə qidalanmamda hər gün səhər-səhər bir dilim özümün hazırladığım dietik çörəklərdən istifadə edirəm. Faydasını görürsünüz. Əslində, həqiqətən də elədir. İnsan özünü hansısa çəkidə komfort hiss edirsə, rahatdırsa, o çəkidə də olmalıdır. Bugün nə hazırlayacağıq? Bugün banan bred hazırlayırıq. Banan brev? Bred. Hə, bananlı çörək. Bəli. Okey, bananlı çörək yoxsa bananlı şirniyyat? Əslində çörək gedir, amma şirniyyat kimi bir şeydir. Orada mən şokoladlar da görürüm. Bəli, bu da içinə əlavə edəcəyik. Nə qəşəng qablarınız var sizin belə, nə qəşəng. Hə, bəzəyəcəyik onun üstünü, yoxsa içinə qatacağıq? Yox, içinə qatacağıq, bişirəcəyik. Bunun harası dietik oldu? Bu da dietik deyil, dietikdir. Dietikdir bu da, nə gözəl. Onsuz da bəylərimizin hamısı doğru, Nəbdül Xalidin özü yaxşı yadıma saldı, redaktorumuz. Çox arıqlamışsınız son dönəmlərdə.
Bir xeyli arıqlamısınız. Mən də bayaq əslində ifanızda fikir verdim. Sonra sözsüzlaşdı, yadıma düşmədi demək. Redaktorumuz yaxşı yadıma saldı ki, deyir Əbdülxalid çox sürətli çəki atıb. Bunun xüsusi bir səbəbi varmı? Səbəb, belə deyək, çörəyi yığışdırmışam. Bir idman ən əsası, bir də su. Ən vacib su. Su. Yürüyüş mütləqdir də, yəni. Sadə və effektiv üsul. Tərlan müəyyənədə Samir bəy, illər öncəki kimi, o deyir, çaxır kimi də, şəraf kimi. İllər keçici daha da cavanlaşır, daha da yaxşılaşır. Maşallah. Daha da, məncə siz dəyişməyin. Siz hər zaman formadasınız, siz hər zaman qaydasındasınız. Deməli, bu bananlı çörəyimizin, bananlı şirniyyatımızın tərkibi nədir, ingredientləri nədir Gülnar xanım? Tərkibi yumurta, banan, şəkər, az miqdarda, şokolad və un, yağ. Amma dietik yağ. Yağın da dietik. Yox, yağ dietik deyil, kərə yağıdır. Kərə yağı. Bir söz soruşum, siz ümumiyyətlə food blogger kimi də fəaliyyət göstərirsiniz də sosial şəbəkədə. Bəs orada videolar çəkəndə izləyicilərinizlə canlı açırsınız da, yəni canlı söhbətlər? Mən canlı bir o qədər də açmıram. Demək olar ki, ümumiyyətlə açmıram. Çünki nəsə ehtiyac duymuram canlı açmağa. Aha, bəs videolar çəkəndə? Videolar çəkəndə mən onsuz da yəni səhifəmdə bir o qədər görsənmədiyimə görə ancaq əl işlərim görsənir. Bəs sizcə də özünüz görünəndə də daha çox izlənmə olmurmu? Əslində, yəni öz görsənəndə daha çox izlənmə olur. Nəsə bu hiss məni bir o qədər qane eləmir də, yəni bir o qədər də xoşlamıram. Əslində tam danışdığımız mövzularla əlaqəlidir. Yaxşı ki siz məhz bugün gəlmişsiniz. Bəlkə də canlı sosial şəbəkənizdə canlı yayımlar açsaz, o canlı yayımda izləyicilərinizlə söhbətləşsəz, daha çox uğurlarınız olar, amma o uğurlarınızın qarşısında sizin utancaqlıq hissiniz alır deyə düşünürəm. Siz nə düşünürsünüz? Bəlkə də, düz deyirsiniz. Sizə də məsələn uşaq vaxtı və yaxud da valideynləriniz deyib ki, bizdə mən çox eşitmişəm şəxsən, az gül, az danış. Qız uşağısan, sakitsən, qız uşağısan. Əbdülxalid müəllim qeyd elədi, özü ağır apar. Özü ağır apar, hə. Əslində o pis bir şey deyil. Yəni mən düşünürəm ki, utanmaq yəni insanlarda müəyyən səhvlər eləməyin qarşısını alır. Pis bir şey deyil. Əlbəttə demirik pisdir, amma müəyyən qədər insanlarda, müəyyən qədər həmin o məqamlarda, həmin o belə deyək də, hissləri, ifadələrin qarşısını almış olur. Ona görə hər şey qədərində olsa daha gözəl olar. Deməli, bizim artıq bananlı şirniyyatımız hazırlamışsınız. Tökəcəksiniz qəliblərə. Qoyacaq sobaya. Qoyacaq sobaya. Soba neçə dərəcə olacaq? Soba 150 dərəcədə 25 dəqiqə pişəcək. Bu bəylər üçün hazırlayırsınız. Studiyamızın göz muncuğu bəyləri var. Bu arada biz elə adaş olaraq bugün ümumiyyətlə bəylərin o hansı bir şirniyyatda, yeməkdə bəyəndirmək çox çətin mövzudur, mən düşünürəm. Ümumiyyətlə onlara nəsə bəyəndirmək çətindir. Deyirsən, övladlarınız da oğlanlar idi ancaq, düzdür? 2 oğlum, bir qızım var. Ay maşallah, Allah saxlasın. Bəs onların məsələn inkişafında, tərbiyəsində utancaq hissi ilə bağlı nələr aşılamağa çalışırsınızmı? Müasir uşaqlarda bir o qədər utanmaq hissi yoxdur onsuz da. Onlar tam sərbəstdir. Bayaq onu deyirdim elə ki, bizim dövrümüzdəki uşaqlıqla indiki dövrün uşaqlıqları bir deyil. Həqiqətən bir deyil. Ümumiyyətlə, bəzi insanlar çox rahat danışır, fikirlərini çox rahat ifadə edirlər, hər hansı bir kütlə qarşısında, amma bəziləri çox çətinlik çəkir. Bu haqda istəyəcəm suallarımı ünvanlandırım. Sizin bu işlərinizi elədiyiniz gedişatda dəyərli rejissorumuz və videoqraflarımız gedişatı göstərəcəklər. Mikrofonu çox uzağa qoymayın. Fikirləriniz olarsa deməyinizi, söyləməyinizi xahiş edəcəm sizdən. Və elə proqramımızın bu yerində, bayaq dediyim kimi, bəzi insanlar, məsələn, istər həkim olsun, istər vəkil olsun, istər sənətçi olsun, fərqi yoxdur. Yəni, bütün sahələr əksəriyyəti cəmiyyətlə, birbaşa kütlə ilə, auditoriya ilə ünsiyyətdə olan bir sahələrdir ki, bu məqamda istəyəcəm soruşum, niyə bəzi insanlar çox rahat danışır, fikirlərini çox rahat formada ifadə edir, amma bəziləri cümləni sonlandırmağa belə çətinlik çəkir? Nədir bunun səbəbi? Məsələn, o qədər insanlar olub bizim efirimizdəki peşəkar bir insandır, həqiqətən əl işi mükəmməldir, həkim kimi çox peşəkardır, illərin təcrübəsi var, amma bir cümləni sonlandırmağa çətin çəkir, tər basır, isti olur, yəni qəribə bir formada fikrini ifadə edə bilmir də. Onun işi həkimlikdir də, danışmaq deyil, ona görə danışa bilmir. Yəni, onun işi həkimlikdir. Amma intellektualdır axı. Yəni, savadlıdır, amma çatdıra bilmir fikirlərini. Gülnar xanım, utancaqlıq özü narahat verici bir haldır, düzdürmü? Yəni, ona görə insan davrana bilmir. Yəni, utancaqlıq hissinin o fikirlərimizi ifadə eləmədə çətinlik çəkməyimizə bir təsiri var mı? Mövzunu bu istiqamətdə istəyirəm. Təbii ki. Tutaq ki, mən bir ifadə etmək istəyirəm və çəkinirəm hal-hazırda və onu deyə bilmirəm, düzdürmü? Yəni, bir acı var bu işin içində. Mənəvi acı yaşayıram deyə, yəni diskomfort yarandır məndə və mən susmağı tərcih edirəm.
Və bu insanlar da böyük əksəriyyət bu şəkildə davranır. Amma biraz düşündüyün zaman bir həqiqəti dərk edirsən. O hansı həqiqətdir? Tamam, mən bunu hal-hazırda bu acını yaşayıram. İndiki durumda. Amma 5 dəqiqə sonra mənə bu fürsət artıq verilməyəcək. Bu qatar keçəcək. Və o zaman mən növbəti bir acını yaşayacağam. Bu dəfə nə üçün demədim, nə üçün danışmadım acısı. Və nəticə etibarilə hansı acı daha ağır basırsa və insan bunu daha yaxşı dərk edə bilirsə, o üzrə yönələcək. Misal üçün, əgər hər kəsdə bu utancaqlıq duyğusu olub uşaqlıq vaxtı. Çünki bizi elə yetişdirirlər ki, bizim cəmiyyət, bayaq vurguladığımız kimi kodlar bizdə çox güclüdür, digər cəmiyyətlərdən fərqli olaraq. Yəni, dayı, bibi, xala, hamı gəlir, uşağı ittiham edir, uşağı bir səhv taxır uşaqda. Nəticədə uşaq artıq elə bir vəziyyətə gəlir ki, nəsə etsəm səhv olacaq, nəsə etsəm səhv çıxacaq. Və gəlib 20 yaşına çatan bu uşaq artıq böyüdür, amma içindəki həmin uşaq qalır. Və artıq öz karyerası, öz şəxsi gəlişimi ilə bağlı nəsə etmək istəyəndə o sistem işə düşür. Yəni, nəsə deyərsən, birdən yenə ittiham olunarsan, birdən səni sevməzlər. Çünki uşaq vaxtı valideynlər, böyüklər uşaqla davrandığı zaman, o sərt davranışlar, qadağalar qoyulduğu zaman, bəzən də təhqirlər çox vardır, uşaq təhqir olunur yəni. Belə olan təqdirdə uşaq nə hiss keçirir? Yəni, mən artıq sevilmirəm hissini keçirir. Yəni, mənə artıq sevmirlər. Və nəticə etibarilə uşaq yenə də öz valideynlərini sevməyə davam edir. Burada problem yoxdur, çünki o biolojik bir bağ var. Amma onun qorxusu, onun acısı artıq onu sevmirlər acısıdır. Və həmin o şəxs böyüyür və indi də bir cəhd etmə ərəfəsinə gəldiyi zaman birdən deyərəm, birdən edərəm, məni sevməzlər, yenə həmin duyğuları yaşamaq istəmirəm. Və orada da məsələ bitir. Amma 5 dəqiqə sonra yaşana biləcək acını təsəvvür edə bilmir. Çünki sonraki peşmançılıq fayda vermir. O daha ağırdır və fayda da vermir. Və insan bunu dərk edəndə nə qədər acı olur olsun, tutaq ki, bir auditor önündə çıxış etmək, böyük bir istedada sahibsən, tutaq ki, həkim, elə bir məsləhət verə bilər ki, milyonlar faydalana bilər, amma utandığından tutaq ki, danışmır bunu. Susur qalır. İndi bu həkim dərk etməlidir ki, mən 6 ilmi vermişəm və ya 10 ilmi vermişəm. Bu boyda məlumata sahibəm və mən bunu deməkdən çətinlik çəkirəm. Günlər amma bunu desəm, birdən ətrafdakılar mənə gülər ki, bu nə danışır belə və mən də özümü itirərəm, zararam, pərt olaram və s. Bu acıdır. Bu duyğu gəldi və susdu. Amma 10 dəqiqə sonra artıq o acı bitir, sükunat hal yaranır, soyuq beyin dərk etməyə başlayır ki, mən gərək deyərdim. Və indi növbəti bir acını yaşamağa başlayır. Ona görə də çox utancaq insanlar daimi bir stres halında olurlar. Yəni, onların həyatına bir baxsanız, daim narahatdılar. Çünki o ilk çarx artıq o enerji bayaq danışdıq. Bizim Xaliq bəy də dedi ki, enerjiyə inanıram. Biz də enerjiyə çox inanırıq. O ilk başda nə ilə çıxdınsa, həyatın o şəkildə də gedir. Utancaqlıqla yola çıxırsansa, utancaqlığın arxasındakı fon nədir? Narahatçılıq. Mənə gülərlər, mənə ittiham edərlər, mən rədd olunaram, mənə yox cavabı verərlər və s. Ona görə susmaq. Amma sonunda nə baş verir? Heç bir addım ata bilmirsən və karyeranda, şəxsi həyatında da problemlər yaşayırsan. Yəni, şəxsi həyatda da ən vacib məsələlərdən biri utanmaqdır. Bir nümunə, tutaq ki, başda iki sevgili bir-birinlə ünsiyyətə girir, şirin dönəmlərdə, utandığından nəyisə aça bilmir. Amma bir il sonra artıq ünsiyyət dəyişib, danışmağa başlayır. Sual, o zaman niyə demədin? Utandım. Sən nəyə xidmət etdin, nəyi düzəltdin? Sən zamanında demiş olsaydın, bu fəsadlar da olmazdı. Ona görə də davranardı hər kəs. Bunu deməmişsən, utanmışsan, güya daha mı yaxşı etdin, daha pis etdin. Üzərindən bir il keçəndən sonra, dağıntılar yaranandan sonra bunun demənin nə anlamı qaldı ki? Və yaxud da mən bunu ifadə etmişəm, ən çox sevdiyim bir nümunədir. Birindən, misal üçün, tutaq ki, borc istəyirsən və ya o səndən borc istəyir, vermək istəmirsən, amma yox da deyə bilmirsən. Sabah zəng eləyərsən, bir gün zəng eləyərsən, 3 gün, 5 gün, 10 gün, bunun zamanında yox denən bitsin də bu səbəb. Yox demək, bacarığı yoxdur. Özü bir sənətdə, özü bir bacarıqdır və bu insanı daim irəliyə aparır. Yox demək, özü bir cəsarətdir düşünürəm həqiqətən də. Sonunda da nə olur? Niyə demədin zamanında əgər olmursa? Yenə də günahkar özümüz. Cümləyə baxın, utandım. Nədən utandım? Çünki yox dediyin zaman başqa bir sual gələcək. O sualla uğraşmaq istəmir, yola verir.
yola verdikdən sonra daha böyük bir fəsad yaranmış olur. Və bu artıq nəyə girir? Tərbiyəsizliyə girir. Zamanında yox demək daha yaxşı. Nəinki sən ona ümid verdin, o sənə arxayın oldu. Bir aydan sonra itdin, batdın, yoxa çıxdın. Nə oldu ki? Samir bəy bugün öz bu mükəmməl çıxışı ilə hər kəsdə olan lazımsız utancaqlıq hissini ləğv eləməyə çalışacaq ki, mən düşünürəm bacaracağıq. Əslində belə bir araşdırma var ki, yəqin ki, bunu siz də eşitmisiniz əminəm. Dünya üzərindən belə bir praktiki araşdırma aparılıb ki, 3, 5, 7 yaşlarında olan uşaqlarda daha çox öyrənməyə meyillik var və daha çox tez öyrənirlər. Məsələn, primitiv olaraq xarici dil bacarığı. Xarici dil daha tez öyrənirlər, sürətli, tez bir zamanda öyrənirlər həmin o 3-5 yaşında, nəinki böyük insanlar. Bunun səbəbi isə uşaqlarda utancaqlıq hissinin olmamasıdır. Yəni xarici qınaq hissinin olmamasıdır ki, yəni böyüklərdə xarici dil öyrənəndə onlara kənardan nəsə müdaxilələr olur da, hansı bir səhv deyərəm sözü, kimsə məni qınayar, kimsə məni gülər. Amma uşaqlarda bu hiss yoxdur. Demək ki, utancaqlıq hissi bizə hətta inkişafımıza belə mane olan mövzulardan biridir ki, bayaq şəxsi həyatdan danışdı bizim dəyərli Samir bəy. Tərlan bəy, biz iş həyatımızda, elə gündəlik həyatımızda, karyeramızda, uğur əldə etməyimizdə bu utancaqlıq hissi bizim nə kimi hallarda geri çəkə bilər? Bayaq fürsət dediniz. Fürsətə əlaqələndirək. Yəni hansısa bir həyatımızda fürsət olur. Bəzən fürsətlərə qaçırılır. Dəyərləndirə bilmirik, utanırıq deyə. deyə. Psixoloqlar deyir ki, utanan insan utanmayan insan daha doğrusu qəddar olur, empatiyasız olur, bəncil olur. Arsız olur bəlkə də. Yəni utanmayan insan. Mən sağ mən fikirlərinlə razıyam, amma bir yerə qədər razıyam, ondan sonra razı deyiləm. Yəni utanmayan insan deyək, niyə görə orada təzadlar baş verir, onu da deyəcəm. Yəni utanmayan insan bəncil, egoist, qəddar və empatiyasız olur. Yəni qarşı tərəfi, özünü qarşı tərəfin yerinə qoya bilmir. Çünki utanmır axı bu. Məsələn, mən bir hərəkət edirəm sizə qarşı və onu utanmıram, heç bir şey eləmirəm və sizi incidirəm. Özümü sizin yerinizə qoyub, sizin incindiyinizi hiss edə bilmirəm mən. Çünki mənim empatiya hissim artıq yoxdur. Qəddarlaşıram, bəncilləşirəm. Amma həmçinin buyurulur ki, yəni psixoloqlar tərəfindən, utanan insanlar da öz güvənsiz və qorxaq olurlar. İndi bu maraqlı bir nüans var. Biz hansının olmalıyıq yəni? Bax, məsələ gəlir ortaya. Utanan belə olur. Bu üçün yığışmışıq bura ki, hansının utanan belə olur, utanmayan belə olur. Ay qardaş, bunun hansı olmalıdır? Bu artıq psixoloji balans məsələsidir. Psixoloji balans. Burada balans düzgün tutulmalıdır ki, yəni o istədiyi əldə edə biləsən. Ona görə mən təklif edirəm ki, utanmaq feilini yığışdıraq. Niyə? Çünki misal üçün, getmək deyə bir feil var, getmək. Getmək deyəni nə başa düşürük? Getmək də ikinci bir şey başa düşürükmü? Deyək ki, bu fiziki bir feildir və ya içmək. İçmək deyəndə bir şeyi içmək başa düşürük. Onun ikinci bir mənası çıxmır yəni. Bunlar fiziki feillərdir. Gəlindi, xoşbəxt olmaq. O da məsələn hissdir də. Başqa nə başa düşülə bilər burada? Sevinmək, üzülmək. Ya üzülmək nə ola bilər? Buradan nə qədər məna çıxa bilər ki? Yəni çıxara bilərsiniz mənalar. Yəni üzülmək də yekunda üzülmək. Amma utanmaqdan çox şey çıxır. Yəni bəs ona görə bayaq evə başladım dedim ki, utancaqlıq hissini, utanmaq feilinin bir çox antonimləri var. Yəni utanmağı, yəni daha doğrusu sevinmək, üzülmək, getmək, gəlmək, bunları konkretləşdirmək olur. Utanmağı konkretləşdirmək olmur. Çünki niyə görə səhv anlaşılır. Bəziləri utanmaq həya abır deyir, Samir bəyin dediyi kimi qarışdırırlar. Bəziləri utanmamağa cəsarət deyir. Cəsarət deyir, bəli, müəyyən yerlərdə cəsarət demək olur. Amma müəyyən yerlərdə başqa şey, yəni tərbiyəsizlik olur axı. O zaman ona utanmamaq deməyək də, gəl onu yığışdıraq. Bu hərəkətlərin adını cəsarət qoyaq, bu hərəkətlərin adını nə bilim başqa şey tərbiyəsizlik qoyaq, buna əxlaqlı qoyaq, buna əxlaqsız. Yəni utanmağın və utanmamağın içində çox feillər gizlənir deyənə, ona görə siz deyərsiniz ki, utanmaq yaxşıdır, mən deyərəm utanmamaq yaxşıdır. Siz deyərsiniz utanmamaq yaxşıdır, mən deyərəm ki, utanmaq yaxşıdır. Burada qarışır məsələlər. Ona görə də yəni utanmaq insanlar çoxsu nə bilir, utanmağı çoxsu nə bilir, həya abır bilir, düzdürmü? Həya abır edirəm. Məsələn, soruş, 1000 nəfərdən soruşun ki, utanmaq nədir? Deyəcək ki, utanmaq da, yəni abırlı olmaq, həyalı olmaq, nə bilim. Halbuki o utanmaq, o hissi, belə deyək də, o bioloji olaraq beyində amigdala deyilən bir o yer var da, hissə var, onunla əlaqəlidir. O da neyinir? İnsan ürək döyüntüsünü artırır
üzü qızarır, gözləri yerə baxır. Yəni bu vəziyyət. Yəni məsələn mən utanmağa bir peşmançılıq da deyə bilərəm adını. Məsələn, nədir utanmaq? Mən sizə bir yalan danışmışam və ya sizə qarşı bir səhv hərəkət eləmişəm və fərqindəyəm, gəlmişəm sizin yanınızda, dayanmışam baş aşağı, ya peşman olmuşam deyə də bilərəm buna. Ya buna utanmaq yox, peşman olmaq da demək olar. Düzdürmü? Amma buna da utanmaq deyirik. Nə bilim sonra sizdən misal üçün bir söz vermişəm sizə və o sözü tutmuram və ya borc almışam sizdən, borcu qaytarmıram. Telefonuma zəng vurursunuz, açmıram telefonları. Günlərlə açmıram telefonları, adına qoyuram ki, utanıram. Bu da utanmaq oldu, bu da utanmaq oldu. Amma düz gəlmir axı. Aysə, o birisində gəlib sizin yanınızda baş aşağı dayanmışam, peşmançılığımı bildirirəm. Bu da utanmaqdır, bu birisi də utanmaqdır. Bəs sizə görə Tərlan bəy, utanmağın antonimi hansıdır? Məncə utanmaq sözünü yığışdıraq. Mən utanmaq sözünü ümumiyyətlə, yəni baxıram ki, düz gəlmir utanmaq sözü. Utanmaq sözü düz gəlmir. İcazənizlə bir şey vurmaq istəyirəm, bu önəmli məsələ deyil. Biz burada ona görə oturmuşuq ki, bizi dəvət etmişsiniz ki, əlbəttə sevəsən. Biz məsələni aydınlaşdıraq və nəsə faydalı olmağa çalışaq. Yəni, əgər biz də bu işin içindən çıxa bilmiriksə, onda biz niyə gəlmişik bura? Və onu da vurğulayım ki, siz hansı sualları qoymuşsunuzsa, biz onu öncədən bilmirdik. Düzdür, mövzuna bağlı məsləhətləşmişik, amma sadəcə bizə spontan bildirmişsiniz ki, utancaqlıq, amma nə sualdır biz bilmirik. Hər şey burada agah olunur. Ona görə də mən bir açıqlama vermək istəyirəm. Utancaqlıq özü bir narahatçılıqla müşahidə olunur. Bunu qəbul edirikmi? Qəbul edirik. Bir narahatçılıq. Əgər bir mövzuda narahatçılıq varsa, bu yaxşı ola bilməz, bitdi. Bunun müzakirəsi yoxdur. Yəni, pozitiv bir duyğu yoxdur utancaqlıqda. Biz sadəcə olaraq cəmiyyətin anladığı o yanlış, o təzadlı fikirlərə aydınlıq gətiririk. Məsələ buradadır ki, əgər tutaq ki, içəridə oturmuşuq məkanda, bizdən çox böyük bir şəxs daxil olursa, yaşca, nüfuzca və s. Ayağa qalxacaq. Biz ayağa qalxacağıq. Məsələ nədir? Ayağa qalxmaq elə qalxmırıq. Hələ ki, bir fikirləşirik, qalxaq mı, qalxmayaq mı? Normalda nə baş verir? İki hal baş verir. Yəni iki haldan biri baş verir. Ya qalxan adam üçün, ya bu insan ətrafda ona necə baxacaqlar, ayıb edəcəklər, ona görə mən qalxmalıyam, qalxır. Bu birinci variant. Bunun adı utanmaqdır. İkinci variant, mən sadəcə böyük gələndə qalxmalı olduğumu bilirəm. Utanmıram, bilirəm və ona görə də qalxıram. Bu tərbiyədir artıq. Yəni birinci halda utandığına görə qalxırsan, bunun mənası yoxdur. Yəni orada adamlar olmasa heç qalxmayacaqdın da. Amma ikincisi əxlaqdır və mən heç kimdən utanmıram, lazım gəlsə. Yəni mən bunu doğru bilsəm, qalxaram. Doğru bilməsəm qalxmaram. İstəyir burada 100 nəfər olsun. Amma əgər bir insan böyük gəldiyi zaman qalxmırsa, biz avtomatik olaraq nə utanmazdır sözünü ona yapışdırırıq. Düzdürmü? Çünki baxırıq ki, bizim dəyərlərimizdə nə var? Böyük gələndə kişi qalxmalıdır və böyük danışanda kişi susmalıdır. Düzdürmü? Bu bizim 200 il, 300 il öncə gələn adətimizdir. Və buna sayğı duymaq lazımdır. Bundan, yəni bunu etmədiyin zaman utanmaq yox. Baxın, bu önəmli hissədir. Bunu etməsən utanc gəlir. Niyə? Çünki mənə belə baxacaqlar. Yəni, əslində sən durmaq istəmirsən heç, daxilən. Amma qınağa görə durmaq məcburiyyətindəsən. Əgər o baxışlar səni qaldırırsa, sən azad insan deyilsən bir kərə. Sən itirmirsən öz bağımsızlığını, suverenliyini şəxs olaraq. Amma yanaşma necə olmalıdır? Bəli, bizim 300 il dədələrimizin yazdığı bir proses var və ona hörmətlə yanaşmalıyam. Utandığım üçün yox, bunu vacib bildiyim üçün mən qalxıram. Bax, bu real tərbiyədir. Digər isə utanmaqdır. Yəni, utanmağa görə insan bir şey edirsə, bunun bir mahiyyəti yoxdur. Mənasız bir şeyə çevrilir. Niyə? Çünki onun içinə biz baxa bilsək, nəyi görəcəyik? Əslində heç onu etmək istəmir. Məcbur qalxdı. Reallıqda bəlkə də onu istəmir, amma məcbur qalxdı. Kimin nəyinə lazımdır o məcburi hörmət? Amma gözəl olmalıdır, həqiqətən də hər iki şəxs həqiqətən. Mən rastlaşmışam nəzdərim, demək tədbir olur. Baxırsan ki, bu insanlar məsələn ad gündən gəlirlər, təbii siz də rastlaşmış olarsınız. Məsəl üçün bunlar bugün bunların xoş günlərdir. İnanın ki, bir-birlərini utandıqlarından heç kim durmur. Oturublar. Yəni fikirləşirsən ki, bu gün sən əylənməyə gəlmirsən də, yəni evdə də otura bilərdi də, bu oturmağa, evdə çörəliyə bilərdi. Hansı bir məkanda, şou proqramını filan da rastlaşır. Baxırsan ki, insanlar bir-birən, yox, ayıb da durmuyor. Yəni, o, bilirsiniz, sanki o deyir sizə o travması var ya onun. O elə bilir ki, hər kəs ona baxır, o çıxıb rəqs eləsə, artıq bu göz önündə olacaq və insanlar nəticədə nə olur? 3 saat vaxtı var isə onu, həmən o günü keçirtdi.
Və bu da öz aləmində güya gəlib, məsəl üçün, övladına ad günü keçirməkdə. Bu da sənə Allah bir dəfə nəsib edir. Yəni, o anda sadəcə, o, bayaq müəllim demişəm, balansı biz saxlaya bilmirik. Yəni, nə azdan az olur, nə çoxdan çox olur. Başımızı tutuzdura bilmirik ki, biz nə eləsə düz ola bilər. Amma həqiqətən Samir bəyin o sözünə çox böyük bir məntiq var idi ki, onu tutuzdurmaq lazımdır. Tərbiyəli insanın utanmasına gərək yoxdur. Əslində günümüzdə bax sənət... Məncə isə qısacası budur. Utanmaq gözəldir, amma onun əsiri olmayasan. Əsiri olmayasan. Bəli, məncə budur yəni. Ən gözəli budur. Utanmaq gözəldir. Çünki insanlara biz də başa sala bilməliyik ki, dünyadakı utanmaq başqa şeydir, ədəb, əxlaq, ağır başqa. Elə utanmaq gözəldir, amma əsiri olmayacaq. Çünki əsiri olsun, ya psixoloji balans düzgün tutulmalıdır. Eynən. Psixoloji Əslində balans. siz çox gözəl bir mövzuya toxundunuz. Sosial şəbəkə haqqında danışdınız. Sosial şəbəkə ilə bağlı sizə gözəl öz şəxsi hazırladığımız sualları qeyd edəcəm. Amma bax sənətdən bayaq danışdınız Əbdülxalid bəy. Əbdül bəy. Hansı rahat? İkisi də Xalid, baş üstə Xalid deyəcəm. Mən nəyi soruşmaq istəyirəm? Kifayət qədər öz sayəsində, sənət sayəsində təbii ki, şöhrətli olmama şəxsi həyatında utanan, çəkinən insanlar da var sənətçi dostlarımız arasında. Hansı ki, mən əminəm siz də onları çox gözəl tanıyırsınız, sizin də ətrafınızda var o cür insanlar və sizə görə və tanıdığınız ən utancaq 3 sənətçi dostunuz kimdir? Ən utancaq, hansı ki, sənətdə mükəmməl performans göstərir, səhnədə utanmır, səhnədə çox aktivdir, izləyiciləri ələ alır, amma adi həyatda çox utancaqdır. Amma məsəl üçün bu öz də yəni həm yaşlarımdan məsəl üçün Tərbiyə yoxdur yaşlarının. belə deyəm, mən məsələn Leyla Rəhimovanı deyə bilərəm. İnanırsınız bayaq ağlından o keçdi. İnsan olacaq cümə günü. mükəmməl ifaçıdır da, yəni həqiqətən. Sadəcə insanın Mən hətta efirdə də onu demişəm ki, səhnə üçün çox abırlısınız, çox hayalısınız, çox sakitsiz. yəni insan sanki danışmaq istəmir, sanki deyib oxuyum. Sənətdə mükəmməldir. 5-ci gün qonağımızdır bu arada. Yığışdıracaq onun utancaqlıq hissinə. İkinci məsəl üçün mən deyərdim ki, öz aləmimdə, öz şəxsi yanaşmamda Elçini deyərdim Cəfərova. Onu şəxsən tanımıram. Yəni öz yanaşmamdır. Üçüncü nəm kim var ki, üçüncü? Yaxşı, Ağlıma gəlmədi. Bəlkə də var, yəni sadəcə indi yadıma gəlmir. Siz fikirləşin, görün kimlər var ümumiyyətlə. Günümüzdə sosial şəbəkələrdə çox aktiv olan influencerlər, çox aktiv olan adi insanlar sosial şəbəkədə elə yazırlar sənin üçün. Deyirsən ki, bu necə ünsiyyətçil, elə videolar çək... günlər dönür. Yəni, komedik bir şey var idi. Biri öz mebel salonu haqqında danışır, başlayır ağlamağa. Ağlamağa, eynən. Sağ olun, başlayır ağlamağa. İndi... Geyim idi deyəsən o. Haca? Geyim idi deyəsən o. Geyim idi mi yoxsa, nə idi sən? Geyim mağazini. Həyəcanı ağlayır. Ağlayır, bildiniz ağlayır. Yəni, deyir ki, çəkilin də ocağa mənlə, müsadə vermək istəmirəm. Yəni, o qədər. Yəni, sosial şəbəkədə çox aktiv olan, heç utancaqlıq hiss olunmayan videolar çəkirlər, milyon izlənmələr olur. Real həyatda, cəmiyyət içinə çıxanda baxırsan ki, bu o adamdır. Yəni, real həyatda çox utancaqdır, danışa bilmir, ümumiyyətlə 5 insanın yanında fikirlərini ifadə edə bilmir, amma sosial şəbəkədə şirə pərəng götürmür. Var da belə bir hal var. Siz tək olanda nə var ki? Tək olanda hamı deyir, tək oynamağa nə var ki məsələsidir? Bir də burada məsələ var ki, o influencerlər, blogerlərin ümumiyyətlə həyat qazancı oradan gəldiyinə görə o evi ki, bütün bariyerləri deşib keçirir. Çünki cəmiyyətdə otururlar, misal üçün, sakit dururlar. Çünki oradan onun qazanacağı bir dividend yoxdur. Hər hansı bir fayda götürmür. 5 nəfərə danışmaqdan nə olacaq ki? O, milyon nəfərə danışmaqdan pul qazanır. Ona görə onun beyni artıq orada işləyir. Yəni, bir cəmiyyətdə... Yəni, onun sektoru orada. Yəni, çünki orada da o sussa, bütün həyatı, karyerası bitəcək. Amma burada sussa bir şey dəyişməyəcək. Ona görə də onun seçimidir. Sadəcə biz başqa prizmadan baxdığımıza görə onları utancaq görürük. Əslində utancaq deyil onlar. Orada danışmağa uyğun görünürlər sadəcə. Bir atlardan bir misal var, utanmasan oynamağa nə var? Bu atlar misalı şərh eləyərdiniz. Utanmasan oynamağa nə var? Eşitmişsiniz əminəm. Tamam, mən... Bu misalı tezdə eşitmişsiniz. Bu necə şərh eləyərdiniz? Bayaq danışdığınız mövzuya əsas dairəsində. Fikir verirsiniz, orada ifadə oynamaq ifadəsidir. Yəni, çünki şənliklərdə məsələn oynamaq məsələsi ilk başda görürsünüz, məclisə heç kim çıxmaq istəmir. Sonra qızışandan sonra hər kəs gəlir. Bu nə deməkdir? Yəni ümumiyyətlə rəqs etmək istəməyən adam şadlığın sonuna qədər rəqs etməz. Demək ki, bu adam istəyir, amma çıxmaq istəmir. Utanır.
Amma orada elə adamlar da var ki, başdan sona qədər ümumiyyətlə səhnəyə çıxmır. Sadəcə ona maraqsızdır çıxmaq. Yəni mən də elə adamlardanam misal üçün. Çıxıb rəqs etməyi sevmirəm. Düzdür. Bugünkü görə məclislər, tədbirlərdə olur. Toy yenicə başlayır, gözəl xanım gəlir. Yox, təbii ki, individual yanaşmalar olur. Siz, yəni mən həqiqətən də buna çox pis baxırım. Mənim şəxsi yanaşmamda, yəni bu mənim heç kim mənim fikrimdə nəsə deyəm. Yəni tədbir indi başlayır və xanımın ümumiyyətlə mənim öz yanaşmamdır ki, gəlib o musiqiçilərə sifariş verməyi, ümumiyyətlə idarə etməyi biraz mənim yanaşmamda düz gəlmir. Yəni ki, Mən bura müdaxilə edəcəm. İcazənizlə. ha buyurun. Belə ümumi olaraq mental dəyər baxımından baxanda, bəli, bizə anormal gəlir ki, bu olmamalıdır. Bir xanımın sifariş etməsi. Amma normalda biz onun nə yaşadığını bilmirik. Düzdürmü? Bəlkə o kiməsə mesaj ötürür. Bəlkə onun bir məqsədi var. Amma biz onu sadəcə sıradan bir Mesajı niyə insan... gəl musiqiçilərdən ötürü, geçsin belə ötürsün da. Şadlıq sarayında, belə deyək də, Şadlıq sarayında onun ən vacib gücü musiqiçilərdədir də, ifaçılardır. Yazıq musiqiçilərə gücü çatır. Sabir bəy, bayaq bir nüans qeyd elədiniz. Hamı üstündən keçdi, amma mən orada diqqət elədim o mövzuya. Siz bayaq dediniz ki, mən də məsələn məclislərə çıxıb oynamıram. Bəli. Niyə? Bəlkə Bəzən bunun olur. bəlkə bunun İstədiyim zaman. arxasında İstədiyim zaman olur. Çox vaxt istəmirəm. Utancaqlıq yatır bəlkə bunun arxasında. Biz niyə? Ümumiyyətlə rəqs etmək nə deməkdir? Əylənmək demək deyil. Əylənmək. Yəni bir enerji atırsan da. Bəzən belə bir, bəzən yox, çox vaxt. Gəlirlər, toya dəvət edirlər. Gəl oyna. Mən oynamaq istəmirəm sən məni zorla hara çağırırsan. Mən də rəqs edən adam Və deyiləm əslində. bunu etmədiyin zaman inciyirlər səndən. Mən bunu başa düşmürəm. Yəni mən sənə görəmi çıxmalıyam səhnəyə? Bu nə anlayışdır? Bu nə yanaşma tərzidir? Şuuraltı Və qollardır sanki dolayısıyla baxın, ağlımızda. məclisdə başlayanda heç kim adi bəzən individual yanaşmalar olur, ona toxunmuram. Amma kütlə olaraq çıxmırıq da, yəni hər kəs oturur və sonra yavaş-yavaş qızışır. İndi o çıxanlar niyə başda çıxmırdı? Çünki utanırdılar, düzdürmü? O zaman nəyi gözləyirsən 20 dəqiqə qızışsın, yəni qızışsın. Sanki təkan gözləyirlər, Bu utanmaqdır. Bunu da mənasız mən görürəm. Onsuz da 15 dəqiqə sonra sən çıxacaqsan, sən indi çıx da yəni. O məncə utanmır o. O hələ hiss etmir. Əgər hiss etmirsə başqa gəlib məsələ. çatmalıdır da. Hələ o o başqa məsələ. atmosfer gəlib Dərəcə. Həndə o gəlib o evi ki, o Qızışma nöqtəsi var Hə, o da. evi ki, bəlkə də utanmır. Təbii gəlmir də. Utananlar da var. Ola bilər ki, onun içində bu dəqiqə oynamaq istəyir, amma utanır oynamır. Gözlü bir nəfər vursa, Amma bir yer durur. amma eləsə var Təkan ki, gözləyir. oynamaq istəmir. Sadəcə ki, bir yarım saatdan sonra bu da qızışır. İndi burada nüans nədir? Oynamağa çıxmaq istəməyən insan adətən nəyə görə çıxmaq istəmir? Əgər istəyirsəm çıxmaq. Çünki ətrafda ona necə baxacaqlar? olacaq, Gülməli baxacaq. görsənəcəm. Ay, Birdən paltarım əyri çıxar, birdən nə bilim saçım buradan tökülər. Nə olar, nə olar? Bir də rəqs eləyəndə əlim belə olar. xoş olmayan duruma düşmə ehtimalını nəzərə alaraq, yəni gülməli vəziyyətə düşməyi və s. və deyir yox, uzaq olsun məndən. Mən də məsəl üçün rəqs eləyən adam deyiləm də məsəl üçün. Rəqs elətdirən adamsınız da amma. Hə, amma məsələ nədir? Amma istəyirəm ki, məsəl üçün, həmişə deyirəm ki, bir özümə uyğun bir bağlı bir məkanda o enerjini çıxardım. Amma mütləqdir ki, hər bir insan içində mən düşünürəm, yəni o enerji çıxartmaq istəyir də, yəni insan, mən də məsələn sıxılıram ki, yaxda ya birdən yaxşı çıxmaz, birdən nəmlə çıxmaz. Bu var da, yəni. Səhnə elədir ki, səhnəyə çıxanda hər şey unuduruq. Amma məhz o hansısa bir tədbirdə, toyda oynamaq filan məsələsi məndə də biraz pirdeylər var ki, deyirəm ki, yox, birazdan. Sizdə bəs o nə sərhədlərdir və yəni utancaqla bağlıdır o sərhədlər? O şey demədim, uşaqdır, özü ağır Hə, aparır. aydındır. Yenə də uşaqlıqda ananı O kodlaşdırdı. tancaqlıq deyil artıq. O səhnənin aparıcısı olaraq Məclisləri mükəmməl idarə edir. digərlərindən fərqli olmaq zorundadır. O məcburdur ki, digərlərindən fərqli. Yoxsa onlardan biri olsa da nə oldu ki? O utanmaq demək deyil. O peşəkar yanaşmadır və mən dəstəkləyirəm. Elə də olmalıdır. Mən ümumiyyətlə Xalid bəyin iştirakı ilə olan məclislərdə çox olmuşam. Bilirəm ki, o məclislərə o cür gözəl ələ alır. Özü oynamasa da hər kəsi oynatmağı bacarır. Ay o əsas o enerjini ötürə bildik. Əsas o enerjini ötürə bilirsiniz və o enerjini ötürmək də hər sənətçi üçün məxsus bir məqam deyil. Məncə növbəti ifalarınızda o gözəl enerjilərinizi ötürəsiz bizə sevə-sevə. Bayaq danışdığınız sosial şəbəkə mövzularına əlavə olaraq da bir mövzu haqqında danışmaq istəyirəm. Tərlan bəy, şəxsi təcrübənizdə olubmu ki, iş həyatınızda, karyerada işçilərinizdən, əməkdaşlarınızdan utancaq olan birini, xanım və yaxud da bəy fərq eləmir, onları hansı bir müxtəlif yanaşmalarla müsbətə doğru dəyişmişsiniz xarakterini? Əlbəttə ki, olur. Olur, indi baxmayın, yəni indi bir əməkdaş rəhbərinə qarşı adətən çox da açıq ola bilmir.
burada subordinasiya qaydaları var, insanın öz xarakteri var, nə bilim, utancaqlığı var, o var, həyəcanı var. Baxırsan ki, bariyerdir, bariyer var onun üçün. Sən də ona dəstək olmaq üçün müəyyən yumşaltmalar edirsən, heç onu anlamayacağı şəkildə. Bilirsən ki, məsələn, bu filan yerdə ilişib, amma sən onu hiss etdirmədən, bəli, o qədər olub ki, yəni bizim onsuz da məqsədimiz elə bizlə bərabər çalışan komandamıza maksimum şəkildə dəstək olmaqdır. Sizi uzun illər tanıdığım üçün bilirəm ki, sizin çalışdığınız sahədə utancaqlıq hissi sıfır olmalıdır. Qəbul olunmazdır hətta düşünürəm. Yəni karyera yüksəlişi üçün özünüzü təqdim eləmək, yəni işlərinizin özünü təqdim eləməsi mütləq vacib amillərdən. Düzdür Samir bəy? Əgər həyatda bir xəyal qurmusansa, bir arzun varsa, bu nə deməkdir? Yəni gedib onu götürməlisən. Utandınsa, demək ki, bir kompleksin altındasan, yəni sərbəst hərəkət edə bilmirsənsə, istədiyi ala bilməyəcəksən bu həyatda. Bu primitiv bir yanaşmadır. Yəni bir karyerada inkişaf etmək üçün sən mütləq hansı sahə ilə məşğul olursan ol, sənin yolun insanlardan keçəcək. Kim olursan ol, müəllim ol, həkim ol, müğənni ol, mühəndis ol. İnsanlarla ünsiyyəti bacara bilməyən şəxs öz karyerasında uğurlu ola bilməz. Yəni bir mənalıdır. Utanmamaq, belə deyək də, lisə utanmaq sıfır olmalıdır, utanmamaq lazımdır. Gəlin bunu belə deyək də, utanmamaq lazımdır deyəndə insanlar da biraz qarışdırır. Gəlin bunu belə deyək ki, cəsarətli olmaq lazımdır, özgüvənli olmaq lazımdır, qorxaq olmaq lazım deyil, məqsədlərə doğru irəliləməlisən falan filan, bunu belə deyək. Çünki utanmamaq deyəndə cəmaət də qarışdırır, bil ki, yenə aləm dəydi bir-birinə yerdə. Məncə biz tərifini verdik, hər mənalı tərifini verdik, məncə heç kim səs almır. Bəzi insanlar amma həqiqətən utansa yaxşıdır. Çünki nəyə görə o deyirsən ki, ay Allah, kaş mən bunu elə o açmayaydım, o münasibətlə səmimiyyəti yaratmayaydım. Elə o babət gözləyirmiş, bir balaca barmağın ucu görsən ki, qolun yoxdur. Çox önəmli bir məsələdir. Mən dəstəkləyirəm burada. Baxın, utanmaq vacibdir hansı şərtdə? Mən də o şey deyirəm. Hansı şərtdə? Əgər intellekt səviyyəsi bəlli bir düzəyə gəlib çıxmayıbsa, aşağı səviyyədədirsə, o utanmalıdır. Çünki o cəmiyyətdə özünü apara bilməyəcək. Amma biz o aspektdən danışmırıq. Biz fərz edirik ki, insan intellektual bir varlıqdır və daim kamilləşməlidir, düzdürmü? Yəni, ora can atmalıdır. Ora can atmaq istəyən biri, yəni o yolda olan bir adamın, şəxsin utanmağa ehtiyacı yoxdur. Amma o intellekt səviyyəsi, o kamilləşməni ümumiyyətlə başa düşməyən adamın elə utanması lazımdır. Yəni, o cəmiyyətdə elə adamları idarə etmək üçün güclü silahdır. Onlar utanmalıdır. Mənim demək istədiyim budur ki, əgər sən o Nəsiminin dediyi kimi kamil insan olmaq istəyirsənsə, utanmağı buraxmalısan. Kamil insan cəmiyyətdə neçə faizdir? Biz ona can atmalıyıq. Daha çox faiz olmağı üçün can atmalıyıq. Bəli, biz ona can atmalıyıq, elədir, doğrudur. Bugün sizlərin sayəsində kamil insanların sayı çox olacaq deyə ümid edirəm. Amma biz indi publikaya müraciət edirik də, yəni milyonlarla insan var, demirəm, yəni kimsə nəsə belədir, yəni. Amma insanlar, müxtəlif insanlar var da, cəmiyyətdə hər kateqoriya insan var, hər kəsin anlaya biləcəyi şəkil olmalıdır deyənə. Bəli, hər bir şeyin ali bir səviyyəsi var. O ali səviyyədə Samir bəyin dedikləri hamısı həqiqətdir. Amma bütün hər kəsi nəzərə alaraq ümumiləşdirsək, utanmaq bəli lazımdır. Bayaq dediyim kimi, utanmaq gözəldir, amma onun əsiri olmayasan. Çünki əsiri oldunsa, artıq fəlakət var. Onsuz da bu boydaydın, biraz da kiçiləcəksən. Elə bir insan qrupu da var ki, buyurun Samir bəy, mən unutmuram sözümü, deyin. Mövzuya aiddir, ona görə deyirəm, siz sualınızı yaddan çıxarmayın. Yəni, qısacası bu mövzu belədir. Əgər utancaqlığın kökündə cəmiyyət kodunun, cəmiyyətin o kollektiv şuurunun sənə ötürdüyü bir qorxudur da, bu təzyiqdir ki, birdən edərsəm sənə pis baxarlar. Yəni, bu cəmiyyətin şifrəsidir. Əgər sən özünü öz beyninlə, o zəkanla idarə edə bilmirsənsə, səni cəmiyyət bax belə idarə edəcək. Yəni, ya olmalısan, ya da ki, şifrənin altında utana-utana gedəcəksən. Sosial qanunlara riayət edəcəksən. Amma bunu etdikdə, sosial qanunlara çox uysan, yəni çox utancaqlıqla həyatı davam etsən, həyatda bir şeyə nail ola bilmirsən. Bunun da fərqinə var. Yəni, sənin bir dənə yolun var. Sən beynini işə salıb kamilləşməyə doğru getməlisən ki, utancaqlığın sənə aidiyyəti olmadığını anlayasan və faydalı işlərlə məşğul olasan. Əks halda dünyaya gələcəksən, utana-utana da dünyadan köçəcəksən. Bitti. Samir bəy bir sözünə qüvvət, bizim dildə deyirlər ki, ya bu oyunlarla oynamalısan, ya durub qıraqdaya çalacaqsan. Həqiqətən mən özümə fikirləşmişəm ki, yəni bir neçə bu müəyyən psixoloji problemlərdən sonra dedim ki, sanki indi gəlin oynayaq görə kim necə oynayır.
başa bəzən o lazımdır ki, mütləqdir ki, o oynayanlar gəl sən də oynayasan ki, onun dilində cavab verəsən. Eynən, hər kəsdən onun öz dilində Mütləq, yoxsa qıraqda durub mövzusu. əks alacaqsan. Siz üçün şəxs tapdınız bayaq ki? Üçüncü şəxs. Tapdım. Kim? İlqar Muradov. Ay hə, saytlar gözləyir yazmaq üçün ona görə. Yox, normal bir şeydir. Əslində bayaq dediniz, mən Elçin bəyə belə şəxsiyyəti tanımıram deyə Leyla Rəhimovaya hətta mən canlı efirdə nə qədər belə o bütün aparıcılıq istedadımı qoydum ortaya ki, onu danışdırım. Gördüm, qadın danışmaq istəmir. Səhnədə mükəmməldir. O xarakteri. İnsan xarakteri. Üçüncüdə İlqar Muradov. İlqar Muradov dedi İlqar Muradov düz deyir. Həqiqətən də sevgilərimizi, hörmətlərimizi göndərik hər üç sənətçi dostumuza. Hər biri səhnəmiz üçün dəyərli adlardır, özəl adlardır oradan da. Yəni yaşdan asılı olaraq hər biri çox istedadlı insanlardır və bir mövzuya toxunmaq istəyirəm ki, uşaq vaxtı çox utancaq olub, böyüyəndə tam bunun əksi olan insanlar da var. İstər xanımlar, istər bəylər. Uşaq çox utancaqdır və yaxud da yeniyetməlik vaxtı çox özünə qapanlıdır. Müəyyən bir yaş dövründən sonra çox belə ünsiyyətçil. Yəni utanmağın tam əksi də, belə deyim, uzun sözün qısası. Bax, sizdən istəyəcəm soruşum Samir bəy. Məndən soruşun, mən deyim, mən özüm əmələ. Bax, elə hər biriniz, ikinizdən də, üçünüzdən də, hər birinizdən, hamınızdan soruşmaq istəyirəm. Günah xanım, siz də o mövzudan çox uzaqda dayanmayın. Fikrinizi bildirin. Sizcə, şirniyyatınız pişir orada. Sizcə, bax bu gözəl qoxur fikir yayında. Sizcə, bu sərhədləri aşmaq nədən, hardan başlayır? Bəli, mən deyim özümdən. Sizin üçün? Mən şəxsən özümdən danışam. Mən kitabdan oxuduğumu deyirəm, nə kimisə münasibətində özümü deyirəm. Mən həqiqətən çox utancaq olmuşam. Yəni, bayaq Sanam dediyi sözə qüvvət. Yəni, insan beyni hələ ki inkişaf etməyənə qədər, belə deyək də, həyatı anlamayana qədər məcburiyyətdən sosial qanunlara tabe olursan. Niyə? Çünki uşaq vaxtı nə öyrədilir bizə? Onu eləmə, ayıbdır, bu olmaz, bu ayıbdır, onu eləmə, bunu eləmə, bunu. Məcbur sosial qanunların kitabı yazılır beyninə, ailə və cəmiyyət tərəfindən. Əsiri olursan. Bəli, ailə, cəmiyyət, məktəb tərəfindən sosial qanunlar kitabını yazırlar və sən də o qanunlara riayət edirsən və nə olursan? Utancaq olursan, utanırsan. Və həmin vaxtda utanmağın faydası var. Niyə yox var? Çünki utanmasan, ağzına gələni eləyəcəksən. Hər şey səhv olacaq. Böyüdükcə artıq sən dərk eləməyə başlayırsan həyatı ki, mən fərqli olmalıyam, mən inkişaf etməliyəm, bu düzdür, bu səhvdir, ayıra bilirsən, dünyanı gəzirsən, yəni iş həyatı, sosiallaşırsan və artıq burada o sosial qanunlara riayət eləməməyə başlayırsan. Niyə? Çünki artıq sən anlayırsan ki, bəli, utanmamaq nə deməkdir? Bəli, bunu etmək lazımdır. Çünki mən bunu etməsəm, inkişaf etməyəcəm. Utancaqlıq məni geri çəkəcək. Bəli, olacam hamıdan biri. Yəni, sürü psixologiyasına uyacam mən. Sosial qanunlar sürü psixologiyasıdır. İnsanların idarə olunması bu şəkildə olur. Yəni, mən oradan çıxmalıyam, amma çıxanda bir şeyin fərqinə varmalıyam ki, bəli, utanmamaq lazımdır. Amma müəyyən şeylər var ki, onlara riayət eləməliyəm. Yəni, utanmamaq, yəni çıxıb küçədə qışqırmaq demək deyil. İnsanları narahat edə bilərəm və s. və ya lüt gəzmək deyil və s. Yəni, cəsarət lazımdır mənə, özgüvən lazımdır, qorxaq olmamalıyam, hədəflərim olmalıdır, məqsədim olmalıdır. Amma ədəb, ərkan, böyük, kiçik, cəmiyyət, insanlar, bunlara da riayət eləməliyəm. İşte, uşaq vaxtı biz bunların hamısını bir-birindən ayıra bilmədiyimiz üçün bizi elə bir yönləndirirlər ki, qardaş, budur. İndi çox təəssüf ki, biz bunu uşaq vaxtı belə yaşadıq, böyüdük fərqinə vardıq. Amma yüzlərlə, minlərlə, milyonlarla 40-50 yaşında, 60 yaşında hələ onu ondan ayırmayan insanlar var ki, elə bayaqları yoldaşların dediyinə qüvvət, onlar elə utanmalıdırlar. Utansalar yaxşı. Çünki onlar desən ki, utanma, lap aləm deyəcək bir-birinə. Onlar utansalar yaxşıdır. Və siz özünüz şəxsi təcrübənizdə, şəxsi həyatınızda, hansı yaşınızda, hansı dövrünüzdə belə deyil, yaşınızın hansı bir dövründə utancaqlıq hissini atdınız? Ən çox universitet həyatından başladı, universitet həyatından belə deyək də, starta başladı. Amma əsas effekti verdi mənim iş həyatımda, çünki mən işə satışla başladım. Baxmayaraq ki, mənim ixtisasım tətbiqi riyaziyyat və kibernetika olduğuna, dəqiq elm olduğuna baxmayaraq, mən başqa fərqli bir satış sahəsinə, insanlarla ünsiyyətə başladım. Mən bütün köklü dəyişikliklərim orada başladı. Yəni artıq o bariyerləri orada qırdım. Halbuki mən bir nəfərlə söhbət eləməkdə utanan insan idim. İndi çox şükür sizin də sayənizdə milyonlarla insana burada xitab edirik. Halbuki bir nəfərlə mən söhbət eləməyə o qədər əziyyət çəkirdim. Çünki mən hələ o dərk eləyə bilmirdim ki,
bunu bundan ayırmaq lazımdır, nədir. Elə utanmaq bilirdim, utanmamaq bilirdim. Və insanların çoxusu bu dəqiqə elədir. Bir utanmaq bilirlər, bir utanmamaq bilirlər. Və qatırlar hamısını bir-birinə, heç bilmirlər utanmaq nədir, O utanmamaq nədir. qırmızı incə xətti ayırd edə bilmirlər. Mən düşünürəm ki, çox dəyərli tamaşaçılarımıza, bizi izləyənlərə artıq utanmağın və utanmamağın qısa da olsa fərqlərin yüngül şəkildə izah edə bildik ki, utanmaq nədir, utanmamaq nədir, hansı yaxşıdır, hansı pisdir, niyə bu yaxşıdır, niyə bu pisdir, niyə qədərində lazımdır və s. və s. Bunlar detallı şəkildə burada dəyərli sənətçimiz və Samir bəyin və sizin və bütün komandanın buradakı əziyyəti sayəsində düşünürəm bunu biz ayırt eləyə bildik. Tamamlanmamış bir yanaşma daha var, onu da bitireyim. Bir də sizin şəxsi yanaşmanız da mənə maraqlıdır. Şəxsi yanaşma, şəxsi həyatınızdakı həmin dövrü keçməyiniz, iş yaşınızda. Tərlan müəllim kimi məndə də böyük bir utancaqlıq duyğuları olub hər zaman. Mən yəni bir nəfərlə söhbət edəndə ümumiyyətlə onun gözünə baxa bilmirdim. Bu da bizim ailədə o tipik Azərbaycan mental dəyərləri, o baskılar. Biz də o ailədən çıxmışıq. Amma sonradan baxdım ki, bu böyük bir acı yaşadır mənə. Oturdum, düşündüm. Yəni 20 yaşına çatanda, 25 yaşındakı bu şəkildə mən hara kimi gedəcəm ki? Tamam, bu mən yəni milyonlardan biriyəm. Bunu başa düşdüm. Amma mən bunu dəyişdirə bilərəm. Çünki dəyişdirməsəm bu acıyla mən yaşayacağam və özümü bağışlaya bilmərəm. Və mən özümlə inqilab etməyə başladım açığı. Yəni düşünmürəm ki, bizim yaşlılarımızda, bizim sinifimizdə məndən çox utancaq adam var idi. Yəni o dövrəndə. Amma hal-hazırda mən o bariyerləri aşdım, kompleksləri dağıtdım. Niyə? Çünki daha çox mən acı çəkdim ondan. Dolayısıyla insan bir şeyi dəyişdirmək üçün öncə onun acısını yaşamalıdır. Və bu utancaqlıq mövzusunda mənim qədər onlar acı çəkmədi. Ona görə mən daha çox dəyişdim, nəinki onlar. Yəni, onlar yatdı, amma mən dəyişdim. Və nəticə itibarilə... O çəkdiyiniz acılar sizi formalaşdırır. Bəli, acı həmişə insanı dəyişdirir. Yəni oradan mən daha çox acı yaşamışam. Bu da sizin sualınıza cavab. İndi o utancaqlıqla bağlı sırf psixoloji aspektdən bir yanaşma vermək istəyirəm. Bu biraz da bəlkə daha çox bizim izləyicilərimizə yardımcı olar. Utancaqlığın arxasında kompleks olduğuna görə bir səbəb dayanır. Səbəb nədir? Daha kökə enirik. Digər insanlar mənə necə baxar, düzdürmü? Qısaca budur da yəni. Amma bunun da arxasında bir fon var. Digər insanlar sənə o şəkildə baxsa nə olacaq ki? Bunu tutaq ki, imkan ver ki, elə baxsınlar. O zaman mən bütünlüyümü itirərəm. Yəni, hər kəsin öz beynində xəyali olaraq yaratdığı tamlıq tablosu var. Mükəmməllik deyər. Hər kəs özünü mükəmməl zənn edir. Və ona görə bir tablo var. Və bu xəyali bir tablodur. Əslində, real bir tablo deyil. Həyatda heç bir şeyə nail olmayan bir insan belə özü üçün ideal bir varlıq çizib, özü ilə bağlı. Və hər hansı bir aşamaya gəldiyi zaman o utancaqlıq bariyerini keçmək ərəfəsində o siqnal işə düşür. Sən bunu etsən, yəni içərdən sistem işləyir də, yəni o beyninə səs gəlir. Və deyir ki, sən bunu etsən, sənə güləcəklər. Dəyərin pozulacaq. Güləcəklər, pis vəziyyətə düşəcək, pərt olacaqsan, nə bilinə, əlin əsəcək, qızaracaqsan və sən tamlığını itirəcəksən. Və əslində digər insanlardan üstün olmaq çabasıdır utancaqlığın fonunda yatan səbəb, həqiqi səbəb. Yəni bir insan nə qədər çox utanırsa, əslində o deməkdir ki, o özünü digər insanlardan üstün görməyə çalışır. Çünki açığını vermək istəmir, xətasını göstərmək istəmir. Hökmən ki, var. Onu gizlətməklə məşğuldur. Niyə? Hamıdan mən üstün olmalıyam. Yəni, bunun o beyindəki səs əslində onun səsi deyil. O şəxsin öz səsi deyil. Çaşdırır onu sanki. O egonun səsidir. Bu egosal bir yanaşmadır. Çünki ego nə deyir? Hamıdan üstün olmaq lazımdır. Sən hamıdan üstünsən. Kimliyindən asılı olmayaraq, sən olsun heç nə etmirsən bu həyatda, faydalı bir şeyin də yoxdur. Amma sən önəmlisən, egonun işi budur. Və nə olur, mən hər hansı bir addım atsam, mənə güləcəklər və mən o tamlığımı, üstünlüyümü itirərəm, mən üstünlüyümü itirə bilmərəm. Ondan sonra hərəkət etməyim, heç nə danışmayım, amma üstün görsənim. Kamuflaj eləyir. Və xəyali olaraq ona elə gəlir ki, o üstündür. Üstün görsənmək, amma üstün anlamına gəlmir. Əlbəttə. Məsələ bu. Amma orasını qarışdırır. Amma reallıqda elə deyil. Yəni utancaqlıq bir egosal bir dürtüdür. Bu da ayrı bir yanaşma. Çox maraqlı bir yanaşma. Və sizin şəxsi həyatınızda, mən düşünürəm, siz həmişə belə ünsiyyətçili olmuşsunuz, yoxsa? Mən ünsiyyətçi olmuşam. Məsələn, sizin həyat dövrünüzdə olub da, heç kimlə bir ünsiyyətə girməmək, sıxıntısı. Yox, mən ümumiyyətlə aktivliyi sevmişəm uşaqlıqda da, yəni hərənin bir ailə dəyərləri olur da, əlbəttə. Amma bir dənə sadəcə travmalarım olub ki, yəni özü ağır apar travması, hansısa bir məclisə düşmüşük orada və Tərlan və çox qəşəng dedi. Məsəl üçün olub ki, orada mən özümü daha yaxşı göstərə bilərdim, məsəl üçün.
Kimsə baxmışam ki, fərasətsiz biri məndən qabağa düşüb, başa düşürsüz, o daha yaxşı göstərib. Bəs Allah rəhmət eləsin, ananızdan bu belə deyək təlqinləri almısınız da, yəni bu müdaxilələri eşitmisiniz, qulağınızı sırğa taxmısınız. Bəs atanızla mövzunuzla bağlı? Atam əslində tam əksinə olub ki, rahat ol, qorxma. Həyatını yaşa. Əsas özünü düşün, özünü fikirləş, hamıdan önəmlisi birinci özünsən. Bəs siz niyə ata tərəfə, yox ana tərəfə? Mən sadəcə bilmirəm də, yəni mən də sadəcə olaraq adamı çox istəmişəm deyə, sanki o özümdə bilmirəm, onun sözləri öyle. Yəqin sizdən daha çox zaman keçirən ananız olub, daha çox sevgi göstərən ananız olub. Ona görə də elə hər zaman bilmirəm, onun fikirləri, onun sözləri, günü büyündə məsəl üçün, hansısa bir stat da gətirəndə onun o dediyi sözləri gətirirəm. Yəni, bilmirəm, o mənim daxildə olan bir, belə deyək də, travmamdır, yoxsa ona bağlılığımdır. Yəni, mən onunla bağlı çox böyük bir travmalar yaşadım o dünyadan köçəndə. İntihar həddinə belə gəlib çatdım. Yəni, ona görə də bizim o psixologiyam indi düzəlib mənim əslində. Düz yenidən bir bazı yenə oldu ki, atamı itirdim filan. Amma o daha böyük zərbə oldu mənim üçün. Ona görə də, yəni, belə deyək də, adətən indi deyirəm ki, 40-dan sonra hər şey olar. Belə bir deyim deyirəm, hər şey problem yoxdur. Səhnədə filan da, yəni. Ona görə də artıq o müəyyən o adam var ki, ona söz demirdim ki, ayıbdır, məsəl üçün də, utanırdım. Amma indi baxıram ki, həmən adam öyle demək lazım. Elə üzünə demək lazım. Desəm daha yaxşıdır. Çünki baxıram, deməyəndə o baş qaldırır. Mən düşünürəm ki, buna mən öz tərəfimdən yanaşım. Biz evdə 3 uşaq olmuşuq, evin son 5-i, 3-cüsü mən olmuşam. Mənim, məsələn, böyük bacım ümumiyyətlə instituta girməyə çətinlik çəkir. Mən düşünürəm ki, son 5-i olaraq, bəlkə də mənim düşdüyüm mühit, abu-hava, amma xarakter məsələsidir bu. Yenə də, bəlkə də evin neçənci uşaq olduğunun da buna bir təsiri var deyə düşünürəm. Bu ümumiyyətlə o qədər dərin, o qədər mükəmməl və o qədər şaxəli bir mövzudur ki, mən düşünürəm ki, bu bir efirli mövzu deyil. Məncə bu mövzuların ardı-arası kəsilməməlidir, axarlı olmalıdır. Mən düşünürəm ki, biz müəyyən qədər tərifini verməyə çalışdıq, tərifini verdik və şəxsi həyat təcrübələrini bizimlə bölüşdü dəyərli qonaqlarımız. Gülnar xanım artıq orada. Keçim də olar, keçim də mən dəyərli Gülnar xanımın yanına. Dəyərli adaşımın yanına, sürətli şəkildə, operativ şəkildə dəyərli Gülnar xanım Mirzəyeva burada bizim bananlı keksimizi hazırlayır. Bananlı çörək, bananlı keks. Gülnar xanım, siz bəs həyatınızın hansı yaşında, hansı mərhələsində utancaq hissini aşmışsınız? Valla mən elə də aşmamışam, elə qalır. Bir dənə icazə ver Azər, bir dənə deyir ki, hələ deyir aşmamışam bir utancaq hissini. Sizcə bəs nəyin təsiridir sizdə bu, yəni kimin təsiridir? Yəni valideynlərinizin mi təsiridir ki, özünüzdə həyat utancaq hiss edirsiniz? Yoxsa hansı bir hadisə mi sizi utancaqlıq hissinin daha çox qabarıq olmasına gətirib çıxardı? Deməzdim nəyinsə təsirdir, yəni belə olub da əvvəldən. Xarakteriniz belədir. Olsun. Məncə ailə dəyərlərindən dolayıdır. Məncə o bizim dəyərli Gülnar xanım çox xanım-xatın, çox ailəsinə bağlı bir xanımdır həqiqətində. Bizim Azərbaycan ailəmizin çoxsunda bu cür hallar var. Mən düşünürəm ki, yavaş-yavaş biz o sərhədləri, maneələri aşa bilsək, təbii ki, o lazımsız utancaqlıq hissini kənara qoyub şəxsi inkişafımızla bağlı hər zaman özlərimizə çalışsaq, daha gözəl bir nəticələr olmuş olar. Haqqınızı halal eləyin. Çox təşəkkür edirəm. Sonda nə kimi fikirləriniz var? İstər bananlı çörəyimizlə bağlı, istər izləyəcəyinizin mövzumuzla bağlı? Fikrim belədir ki, yəni utanmaq əslində yaxşı bir şeydir. Yəni utanmayıb nələrsə etməkdənsə, utanıb müəyyən səhvləri etmək lazım deyil. Bu da bir fərqli və bu da bir gözəl yanaşmalardandır. Çox dərin təşəkkür edirəm Gülnar xanım sizə. Dəyərli Tərlan bəy, Samir bəy sizə, Xalid bəy sizə. Xalid bəy, mən sizdən bugün çox ifalar istəyirdim. Amma mövzumuz elə cərəyan elədir ki... Mən sizə bir açıq bir söz deyim. Mən bu efirə gələndə, təbii siz mənim də... Yenə istəyirəm, amma mahnı olacaq yenə. Çox istədiyim insansınız. Sadəcə fikirləşdim ki, mən nə danışacağım burada, mənim üçün sıxıcı olar filan olar. Amma həqiqətən o qədər müsbət enerji aldım. Efir hardan gəldi, necə keçdi bilmədim. Hər iki şəxsən. Yəni, həqiqətən sağ olsunlar, vallahi deyirəm. Yəni, mən səmimiyyətimlə deyirəm. Əslində fikirləşdim ki, mən nə danışacağım da burada, başa düşürsünüz. Bəzən olur axı insan. Amma o qədər xoşdur. Yəni ki, oxumağım lazım da deyil da. Elə örgənməyim, elə ən aslında maariflənməyim böyük bir şeydir. Yox, sonda mütləq lazım. Necə ki, sizin ifanızla gözəl günə başladıq. Bu proqramımızı da yekunlaşdırıb günə gözəl davam eləmək üçün sizin gözəl avazınız mütləq lazımdır. Sizin kimi bizim kifayət çox sayılı sənətçi dostlarımız var ki, düşünürlər, ay Allah, gəl nə danışacağım səhər efirində, mövzular nə əlaqə, amma gəlirlər fərqli cür düşünüb, sizin auranızı və sizin o təbii ki, peşəkarlığınızdır. Təşəkkür qədər. Çox dərin təşəkkür
təşəkkür edirəm hər birinizə. Qızılan dəli zamanınızdan ayırıb studiyamızı daha da gözəlləşdirdiyiniz üçün. Hər birinizə sonda bir cümlə ilə son fikirlərinizi istəsəm, nələri qeyd edirsiniz? Xalit, siz də səhnəyə zəhmət olmasa. Buyurun, Təlan bəy. Yəni, mövzudan bağlı bütün deyəcəklərimizi dedik. Yəni, demək lazım olacaq çox şey var. Deyərik yenə də. Mövzuyla bağlı olmasa da var. Mövzudan bağlı. Yenə mən ən son olaraq sizə təşəkkür edirəm. Böyük komandanıza təşəkkür edirəm. Mən Əbdülxalid bəylə yaxından tanış deyildim, amma burada biz bu 2 saat ərzində çox güclü bir diyaloq oldu və mən həqiqətən təşəkkür edirəm, tanıdığıma görə şad oldum. Samir bəylə də illərini tanışıyıq, amma hər dəfə kəşf edirəm, yeni şeylər çözülür Samir bəy. Bəzən fikirlərimiz üst-üstə düşməyə bilir, bəzən düşür, amma ümumi olaraq, total olaraq biz prinsipi olaraq ana yoldayıq. Ana yolu, yəni orada şaşmır. Sadəcə müəyyən yollar var ki, yan yollarda fərqli yollar ola bilir. Ona görə Samir bəyə təşəkkür edirəm. Mən təşəkkür edirəm. Və çox maraqlı bir düşünürəm ki, proqram oldu. Axarıncı olsun. İnşallah axarıncı olsun. Ben gözəl də musiqini dinləyəcəyik inşallah. Aynə gözəl. Bizim izləyicilərimizdən kifayət qədər çox sayı zənglərimiz var. Mən bugün ümumiyyətlə canlı efirimiz o qədər axarlı keçdi ki, zəngləri qoşmadıq. Əvvəllər qoşurdunuz, amma bu dəfə çatdıra bilmirik. Çünki çatdıra bilmədik. Bir dəqiqə vaxtım var. Əlbəttə, buyurun. Bir dəqiqə. Buyurun. Mənim tövsiyəm olacaq. Əgər faydalı olacaqsa biz tövsiyəmizi veririk. Təbii ki. Kim Diqqətlə tətbiq dinləyirik fayda hamımız. alacaq yəni. Çünki öz üzərimdə tətbiq etmişəm. Yəni biz adətən utananda insanlar bizim haqqımızda nə düşünər fikri ilə yola çıxırıq və bizi əzən bu fikirdir. Amma bir şey anlamaq lazımdır. Bu qədər insan var ətrafınızda. Sual budur. Yəni o insanların işi gücü yoxdurmu? Oturub səni düşünəcək gecə-gündüz və ya sənin o xətanı düşünəcək. Tutaq getdin orada nəsə düşdü cibindən, nəsə yırtıldı, nəsə oldu, sən biyabır oldun. Yəni o adamlar 2 dəqiqədən sonra onsuz da səni unudacaqlar. Millətin 1000 dənə dərdi var. Elə sənsən ən önəmli. Və bu da egosal bir yanaşmadır. Elə bilir ki, ancaq odur obyekt insanların gözündə. Elə şey yoxdur. Sən 1 dəqiqə ərzində onların yadındasan, sonra yoxsan. Ona görə rahat olun. Rahat şəkildə öz karyeranıza, şəxsi inkişafınıza həsr edin. Heç kim sizi düşünən, fikirləşən də deyil. 2 dəqiqəlik məsələdir. Onu da aşmaq olar. Tövsiyəm bu olar. Sonda isə Samir bəydən o lazımsız, gərəksiz utancaq hissini kənara qoymağımız üçün gözəl bir, mükəmməl bir tövsiyə oldu həqiqətən də. Mahnıların birində, Türkiyə Stradasından mahnıların birində Nil Kara İbrahimgilin deyəsə mahnısıydı. Deyir, cəmiyyət onsuz sənin haqqında danışacaq. Uzağı 10 dəqiqə, 15 dəqiqə sizin sözünüzə qüvvət, amma bu həyat sən yaşayacaqsan. Ona görə həyatınızı sevdiyiniz kimi yaşayın, istədiyiniz kimi yaşayın. Gərəksiz utancaq hissini qoyun. Təbii ki, abır-həya başqa bir mövzudur, amma istənilən halda o sizə əngəl olan, karyeranıza, işinizə, gözəl həyat keyfiyyətinizin mükəmməl olması üçün əngəl olan bütün hissləri kənara qoyun. Çox dərin təşəkkür edirəm sizə, hər birinizə, Gülnar xanım sizə, Tərlan bəy sizə, Samir bəy sizə, Xalit sizə çox dərin təşəkkür edirəm və sonunda sizin ifanızla yekunlaşırıq. Xudahafiz. Eyledin şirin cana, beni koydun yana, beni yana, beni yana yana, derdin alın. Beni koydun yana, beni yana, beni yana yana, derdin alın.
istəyənə gəlməz, keçən keçdi yenə gəlməz. Çağlar oyunu